Salam aleyküm, əziz və hörmətli dostlar, vətəndaşlar. Umarım ki, xeyirli gününüz olsun, yaxşı günləriniz, yaxşı axşamlarınız olsun. Beyin mühəndisliğine qarşı Türkcə əski kitablar proqramının 402-ci bölümün Allahın adı yadı ilə başlayırıq. Bildiyiniz kimi bu proqramlarda əski əlyazma kitabları oxuyuruq ki, Türkcə olsun, əlyazma olsun. 250 ildən çox ömrü olsun, 300 il, 500 il, 700 il, 1000 il, 1200 il, 1500 il, hər neçə il olsa onlar olsun və ərəb əlifbası ilə yazılsın. Bunları ərəb, türkcə əlifba ilə yazılsın. Bunları oxumağa çalışırıq. Buradan 401 cələsədə 800-dən çox kitabı tanışmışıq və tanıtmağa çalışmışıq. Gedək görək bu günləri şansımıza hangi kitab çıxacaq ki, onunla tanış olaq. Geçən günlərdə buradan gəldik ki, 2 dənə tibbi kitab keçən proqramda tibb haqqında yazılmış 2 kitabı tanıdıq ki, biri neçə yüz il bundan qabaq 1048-də yazılıb, yəni 400 il bundan öncə yazılmışdı biri və ikinci kitab isə 365 il bundan öncə yazılmış bir Türkcə əlyazma kitabla tanış olduq. Gedək görək bugünkü kitabımız açırıq nədir? Biri Furqətnamə Həmzə İbn Hacı Murad. Bunu açıq görək ki, bu Furqətnamə nədir? Və ikinci kitab ki açırıq Hacı Murad Bəğdadi deyə bir kitabdır. Və üçüncü kitabı da açaq, indi vaxtımız ya olar ya olmaz. Baxarıq görürük ki, hangi neçəsini oxuya bilirik. Birinci kitabdan başlayaq. Kitabın başında Furqətnamə Həmzə İbn Hacı Murad yazılıbdır. PDF-də bunu 407 səhifə göstərir. Amma birinci səhifədə göstərir. Bu da bunu göstərir. Bu kitab ehtimalən Berlində, Almanda saxlanılır və bizim əlimizdə deyil. Biz türklərin əlində deyil. Kitabın bir səhifəsi bəs kitabdan deyil. Bu Berlin səhifəsidir. Kitabın cildini görürük və əvvəl kitabı görək yerləşir. Burada səhifələrə bir zərrədə kiçiltmək istəyir ki, bu səhifə yerləşsin. Kitabın çox qiymətli kitab olduğu cildindən tanınır. Cildi 3 bölümdən ibarətdir. Yəni bir dənə də qapağı var. Gəlir kitabın ağzını örtür. Bir dənə çəmədan ya çift kimi olur kitab. Kitab çox qalın kitabdır. Çünki 407 səhifədən ibarətdir. Bu vərəq olaraq 407 vərəqdir əslində. Yox. İndi qalıb o üzbüzündən çox 203 ya 4 vərəqdən ibarətdir. Kitab çox qalın görsənir, əksinə baxanda. Cildi qəhvəyiymiş ya da qırmızı, tox qırmızı imiş, amma zaman içində tərinlə, əlinlə, gününlə təmasda rəngi qərəliğə çalıbdır. Gönün özü belə çürüyübdür. Bir çox yerdə həm rəngi dəyişib, həm də çürüyübdür. Yəni çox işlənib kitab. Kitabın vərəqlarının ucunu görürük. Orada da köhnəliyi görürük. Ha belə tərə, ələ və o fişar ki, əldə götürəndə kağaza gəlib, onun ucunun ehtimalən kağazların başlarının əzilməsini də görürük. Kitabın üstündə bir böyük ağ kağaz cırıblar, yapışdırıblar. Üstündə yazıb Kitab-ı Furqətnamə Xəlili Şairin Mövzun. 39'u da burada yazıblar. O birisi səhifəyə gedir, kitabın cildini açır içərisin. Burada kitabın içinə tanış oluruq. Bir dənə kağaz tağacından burada yazıblar, yapışdırıblar. 140 bir nümunə ilə latincədə ya türkcədə oxuya bilmirəm. Ehtimal verirəm ki, almanca olacaqdır. Üçüncü səhifəsini görürük. Burada bir kişmiş, etmiş belə bir şey yazıblar. Burada sonra kitaba ilgisi yoxdur. Bunu sonra kitablar sahibləri yazıblar. Səhifənin çürüməsini burada görürük. Səhifə çox
əcibə burada çürüyübdür. Əcəba bu kitabın səhifələrindən yoxsa bir ayrı kitabdan imiş qoyublar bunun arasına. O sorğu əlamətidir, amma belə nəzərə gəlir ki, kitabın özündəndir. Çünki bu kitabın cildi kitabın səhifələrini yapışdıran səhifə sarıdır. Onu o birisi səhifədə də gördük burada. Onu biraz da nəqşə ilə kəsiblər, yapışdırıblar bu kağaza ki, kitab cildidən ayırmasın, ona yapışılı qalsın. Üçüncü səhifəsinə baxırıq. Yenə də kitabın öz içindən deyil, bunu yenə də o kitabı əllərində olan sahibləri bir şeylər yazıblar burada. Və dördüncü səhifədə bir möhür görürük aşağıda. Bablioth. Hər halda Almanca olacaqdır. O orada şeydir. Burada bir gözəl yazı ilə kitabın tərsəsinə, yəni kitabı çeviriblər, eninə yazıblar. Onu görürük, amma çox kirli və çox kəsif saxlayıblar. Ona görə çox da gözəl görsənmir. Amma kitabın ömrünə görə bu kəsiflik. O 5-ci səhifədə ya 6-cı səhifədə burada divanın özü başlayır. Divanın başında əvvələn kəlmələri çox yekə yazıblar və aydın. Ondan sonra ikinci ki iş görüblər, budur ki, hər hərfin səsini qoyublar üstünə. Ya da ki, o kəlmədə ən önəmli səsləri qoyublar o kəlmənin üstünə. Beləliklə onu ayırıblar. Feylən birinci səhifəyə baxırıq. Əvvələn kitab çürüyübdür. Kitabın üç tərəfi çürüyübdür. Ehtimalən o Şirazə tərəfi kitabın tikilir, bir-birinə səhifələr ayırmasın. Orada cırılıbdır. Oranı da bir ayrı kağızdan başdan başa yapışqanla yapışdırıblar ki, qopmasın. Amma kitabın həm dövrələri çürüyübdür, həm də ortada bir neçə yer çürüyübdür. Kitabın içinə su da keçibdir. Bu da çox aydın aşkar görsənir. Bəzən damcı yeri də var. O birisi səhifədə aynı xəttinə, aynı böyüklükdə yazılıbdır. Və deyim ki, bunun dövrəsində heç bir çərçivəzat çizməyiblər. Kitabın çürüklüyünü görürük. Əlbəttə zahirən burada kitabın ortasından şeirin bir tikəsi çürümüşmüş. Onu bir kağız kəsiblər, yapışdırıblar, o kəlməni yazıblar üstünə. O kağızın üstünə. Bunu da orada görürük. Su keçibdir, çürüyübdür. Bunları da deməyəcəyəm. Kitab bu birisi səhifədə görürük, çürüyən yerlərə kağız yapışdırıblar, aradan getməsin daha. Kitabın hər tərəfində çürüməyi görürük. Münacata yetişdik. Səsləri qoymaq çox önəmlidir. Türkcədə özəlliklə bizlər ki, türk dilimizi unutmuşuq. Özəlliklə İranda yaşayan türklər, məsələn, Çində yaşayan türklər, Rusiyanın işğalı altında, Tezarın işğalı altında olan türklər biraz öz dillərindən uzaqlaşıblar. Orada Çinləşib, orada ərəbləşib, bir ayrı yerdə ruslaşıb, bir ayrı yerdə farslaşıbdır. Və Türkiyədə də təəssüflə İngilis, Alman, Fransa, hər şey var yəni içində. Allah nə versə toplayıblar bu dilin içinə. Buna görə o səslər kəlmədə çox mühümdür ki, biz onları doğru düzgün oxuya bilək. Kitabın su təqribən demək olar ki, hər yerini alıbdır. Yəni ortada biraz boş qalıbdır, o şeirimizi görürük, amma bəzi yerdə şeir də islanıbdır. Xətt aynı xəttinə, yəni bu xəttə çox zəhmət çəkiblər məncə. Bu xətt çox gözəldir, niyə ki, bunu mənim kimi savadsız bir, türk dilində savadsız bir insan bunu oxuya bilir. PDF-də indi səhifələri deyəcəm, 26-cı səhifədə Ağaz-ı Dastan deyə bir şey var. Burada divan olmur. Burada olur, ehtimalən divan da desək, hər halda bu məsnəvi kimi bir şey olacaq. Yəni, belə görünür ki, dastan gedir. Дар کردن و رسیدن bülbül əznik. Belə bir şey yazıbdır. Və rəsidən bülbül əznik görürəm. Beləsi bir şey yazılıbdır. Yəni, ehtimalən bir nağıldır. Mədhi əznik. Yenə də İznik ehtimalən. İznik mədhi ehtimalən İznik bir şəhər ola bilər. Dərməti məhbubi muşəh. Burada təəssüflə kağız indi ya sürtülübdür, ya hər nə olubdur. Biraz o rəngi bəzi yerdə qatışıbdır kəlmələrdə. Ha belə bu birisi səhifədə də nəzərə gəlir ki, bir kəlmə üstə yazılmışmış, o da gedibdir. Kitab amma vaqəən çox bir əla xətt ilə davam edir. Bəzi kəlmələr özlüklə başlıqları, məsələn, məsnəvi
bi xitab dil. Məsələn, bu kəlmə iki şeirin arasında bir şeirin adı ola ya başlıq deyək ona, onlar qırmızı yazılır. Sual-cavab, məsnəvi, yenə bir ayrı məsnəvi, qəzəl, məsnəvicat deyə bunu görürük. Əlbəttə, kitab getdikcə o çürümək azalır. Yəni, səhifələrin içinə daha çox dərinliklərine gəlmir. Qıraqlarda çürüməklər devam edir, amma ortaya çox gəlmir. Kitabı biraz sürətlə vururam geçsin. Xətlər aynı vəziyyətdə devam edir. Bir neçə səhifə geçsin təzəşdən. Çünki xət tamamdır, təqribən heç bir dəyişik görmürəm. Amma ola bilər, yəni, indi mən bu sürətlə vururam. Əcəba burada vəsətdə bir məsələn, kitab qurtarar, bir ayrısı başlanar. Onu diqqət eləmirik bu sürətlə gedəndə. Çünki birdən 10-15-20 səfər dalbadal gedir. Bu orada göstərmir. Nəsihət dadən səba ra və firistadən. Məsələn, bu da bir ehtimalən bir nağıldır. Yenə məsnəvi. Burada məsnəvilər çox təkrar olur. Yəni ehtimalən bir uzun məsnəvi deyir elə. Bəlkə şeirlərdir, kiçik, amma dastan haləti vardır. Dediyim kimi kitabın su da geçibdir. Baş tərəfindən, aşağı tərəfindən, ortalarda daha su biraz az təsir qoyubdur. Səfənin ağlığı və o ahar dediyimiz sistem də özün saxlayıbdır. Məsələn, bu səhifəyə gəldik, kitabın ortalarıdır, ortası deyil, axirləri. Təzəşdən su burada təsirin etkisini çox qoymağı görürük. Təzəşdən kitab çox kirli olubdur və habelə çürümək başlayıbdır. 396-cı səhifədən təqribən daha kitabın içində elə bir şey, məsələn, bir növ qərəliqdir. Yəni qərəliq deməyək, qəhvəyi bir şey, yəni kağız istirmiş çürüyər yavaş-yavaş. Hər yerdən onu görürük ki, getdikcə də çoxalır və kitab qurtarır. 396-da kitab zahirən qurtarır. Mən bunu indi burada bir şey yazıb oxuyaram, amma əvvəlcə kitabın axirinəcən görək ki, burada son səhifədə də bir şeylər yazılıb, amma o xəttinə yazılmayıb, fərqli yazılıbdır. Və bu səhifə boşdur. Bu səhifədə də kitab alanlar bir şey gözəl xətti təqribən yazıblar. Kitabın sonu gəlir, cildi göstərir, cildin eşikdə 3-cü tərəfi qab ağzı gəlir, örtülür, onu da göstərir və kitab qurtardı, kitabın cildini göstərir və sonra da kitabın əksin hər zaviyədən, hər açıdan göstərir ki, biz kitabın nə qədər cırılıbdır, nə keyfiyyətdə qalır, onu görürük ki, bu da çox gözəl bir işdir əslində və kitabı ölçüblər də, əlbəttə biz o ölçünü kamil görə bilmirik. Tamam. İndi kitabı qeydək. Əvvəl o tarixi. Burada bir tane tarix gördüm. Bu nədir? Mars, Mr. Days, Oktober 1141. Nə deməkdir bunlar? Kitabın üstünə belə bir şeylər görürük. Qeydək 396-cı səhifədə görək ki, o yazı nədir? Tarixin axirində. Son səhifəni əslində oxuyaq, görək nədir? Bismillahirrahmanirrahim. Salamlar olsun əziz və hörmətli dostum, vətən türk. Gözüm, göğlüm səndən yega yürürəm. Səndən yana hesab oxunacaqdır. O k məmulən nön oxunur. Gözüm, gönlüm səndən yana yürürəm. Nə ya kim bəqərsəm, nə ya ki bəqərsəm səni görürəm. Dökünməz həsrətünün dərdinin yılı. Yel. Dökünməz həsrətünün dərdinin yel. Dəriğim üzədüb uzatmaq. Dəriğim üzədüb 100.000 yıl. Bu xəstə bəğrimi yardun ey yar. Görəydün dərdin ilə kim nələr var. Təmməd qutardı kitab burada. Aşağıda bir ayrı xəttinə bir şeylər yazıblar. Orası mənə indi daha çox önəm daşınır. Çünki orada ehtimalən şair kimdir onu yazıbdır.
Kitabın əvvəlində gördük ki, bir nəfər yazıblar, onun kitabın əvvəlində qoyublar. Amma biz hələ kitabın özündən oxumadıq. Görək şair öz adını deyir ya yox. Amma burada baxaq görək nə deyir. Təmmət əl-kitabı bi unillahil məlikil vəhhab ərbəd sufil ibad. Belə bir şey oxuram amma bu olmaz. Vəhhab ən yədil az əfil ibad. Yazan kimdir? Yazan ehtimalən burada dedi ki, yazandan danışır. Kitabın əvvəl adını yazaq burada. Ad, sonra nasix ya nüsxəçi. Adını burada görək nə yazır? Ən yədil az əfil ibad Dərviş Həmzə İbn Hacı Murad. Bu zahirən təmmətil kitab və o, yəni nüsxəçi olmayacaq. Bu özü olacaq. Çünki kitabı deyir qurtardım. Amma biz bunu feylən nüsxəçi yazaq. Görək ki, bunu axtaranda içində bir şey taparıq yox. Pəs az əfilibad dərviş bunu mən qırmızıca yazım. Dərviş Həmzə ibn Hacı Murad. Ғəfərəllahu ləhü və livalidəti və licəmi'il mü'mininə vəl-mü'minat fəl-müsliminə fəl-müslimat əli ihyai minhum vəl-ənvat fit-tarixi. İndi burada tarix yazır. Hangi tarixdə? Tarix, amma bilmirəm ki, nəsxin tarixidir, yoxsa biraz ara qoyum, sonra bunu əlavə edərik. Görək ki, nə yazır? Fit-tarixi əl-sirr ən azm nəmənə və ələ alihi və tarix yazıb, amma sonra yazıbdır ki, əs-sirru ən və ələ alihi nəbi olacaqdır. Ən-nəbiyyü aleyhissalam. Fi tarixi ən-nəbiyyü aleyhissalam və ələ alihi və əshabihil kiram. Fi tarix o da olmayacaq onda. Onda ayrı bir şey olur. Mən tarix oxuram, ayrı bir şey oxuya bilmirəm. Vəl-ənvati fi Ət-tarix ən-nəbiyyə aleyhissalam və ələ alihi və əshabihil kiram səneyi, indi gəldi bura, səneyi, əgər bunu oxuya bilsək, ömrü kimi bir şeydir. Yəni, və səmanə fil-vətəni bi vizadağ fi uvik Şəban əl-müəzzəm xətəməllahu bil-fəzli və nəəm. Əgər bunu oxuya bilsək, hangi ədəd beləsi yazıla bilər? Səneyi hələ heç olsa orada ömr vahid, sani, thələtə, rabi, xamis əs-səbi və səmanə. Səbi yox. Ola bilər ki, səmaniyə fil, calibdir. Səmanə miə ya və miə səmanə 800 illərdə yazılıbdır. Hicri 800 illərdə səmanə miə oxunur. Amma orada bir dənə il var. Onu oxuya bilmirəm. Fil-vətəni buzdağ fi əvaili Şəbanil müəzzəm. Bunları yazıq hələ. Əvaili Şəban yer buzdağ sənə səneyi 800 qalsın burada. 800 əlaməti sual qoyaq. Onu bir dənə buradan əks salaq. Görək ki, əcəba bu adamın haqqında bizə bir şey verə bilər bu ya yox. Nə idi bunun adı? Cimnay və gedək burada
Shot screenshotımızdan ya shot screendən bir görək bunu bizə deyə bilər, oxuya bilər. İnanmıram oxusun, yəni normalda mən bundan yaxşı oxuram, amma yenə də bir umuddur da, yəni. Bəlkə bunu biraz da çox yekə elədim ki, bu oxumaqda da şey eləməsin. Görək bunu oxuya bilir ya yox. Əcəba bu səhifədə tarixi dəqiq təşxis verə bilirsinizmi? Görək ki, bunu təşxis verə bilir. Bu çox yaxşı olar. Tarix önəmlidir. Bəli, xoşbəxtانə yenə getdi farsça yazdı, amma mən oxuyum bunu. Sonra yazım türkcə niyə yazmadın? Türkcə yazsanız daha yaxşı olar. Deyir ki, bəli, xoşbəxtانə dərs əhval payani görək ki, türkcəsini. Bəli, gözlərim üzərə adlı faylı baxdığımızda bu əlyazma səhifəsinin son sətirlərində katib tərəfindən yazılan fərcam, külfün demək bu cür bir şeyə deyilmiş. Hissəsində tarix çox aydın bir şəkildə qeyd olunur. Mətni son iki sətrində belə oxunur. Səneyi tis'ə və səmanə mi'ə 7-ci sətir. Şəban müəzzəm 8-ci sətir. Tis'ə oxudu. Mən də sevindim bunu. Çünki mən də beləsi oxumağa çalışdım. Bu da tis'ə oxuduğu üçün qeydək kitabımıza. Pəs oldu tis'ə və səmanə mi'ə 807. Əlaməti silah buradan bu şeyi 807 hicridə. Yəni burada bu xəttin üzünə görə bu kitabın tarixini çıxadaq. İndi 1447-ci il yox, Qurban ayının 11-idir bu günləri. Allah qurbanlarınızı qəbul eləsin, ibadətlərinizi qəbul eləsin. Bundan çıxırıq 807-ni görək ki, 640 il öncə yazılmış bir kitabla tanış olduq. 640 il yazılmış bir kitabdır. Amma indi burada bu kitab çox təzə qalıbdır. Yəni o ömrünü əlbəttə çürüm ağzadır bu yerində, yəni bu şeydir. İndi bundan bir ayrı əks salaq aynı səhifədən. Tamam. Beləsi biraz da kiçildək. Səhifəmizə yerləşsin. Görək ki, bunu tamam. Görək ki, bunu bizə eləyə biləcəkdir. Tarix versin təxminən. Amma kaş bu səhifədən salmayaydıq, bir ayrı səhifədən salaydıq. Bir ayrı səhifədən əks salaq. Qeydək əvvəllərə. Bu Divan-ı Xəlili, bu səhifəni keçək. Bu birisi səhifədən bir əks salaq. Orada bir ad qoymuşlar, Divan-ı Xəlili deyə. Bunun da adı gördük ki, Dərviş Həmzə yazıb bunu. Bəs Divan-ı Xəlili deyəndə onda yazar bir ayrı. Tam da Həmzə bunu şey elib, xət yazıbdır. O tarix onu göstərir. Dərviş Həmzə ibn o cür dedi əlbəttə. Mən nasix yazdım, ona da nüsxəçi. İndi bundan bir əks salaq. Saldıq ya bilmirəm, ehtimalən saldıq bu əksi. Yox, salmamışıq. Təzəşdən salaq. Tamam, indi gedək bu əksi verək, görək ki, bunun haqqında bizə bir məlumat verə bilir ya yox. İstəmirəm ki, o
Çox gözəl. İndi bunu azajdan verək və görək buna. Bu səfhəyə baxaraq onu əlyazma, xətt, cövhər, rənglər, kağız və digər sahələrdə analiz edib bir yazılma tarixi üçün təxmində buluna bilərmisin? Deyə bunu yazaq, görək ki, bizə burada nə deyəcək? Bunu da şeylə bir ChatGPT ilə də bir müqayisə eləyək, görək ki, bir-birləri ilə nə qədər fərqli deyə bilirlər bizim üçün. Təbii ki, biz bunlara dayanmırıq. Bunlar bizim xidmətimiz üçün yazılmayıbdır. Bunlar bu şeylər türk düşmənlərin xeyri üçün yazılıbdır və biz də çox yaratmadığımız üçün onlar çox yaradıblar. İnternetdə onların, yəni kitablar da onların yazıları ilə dolu olduğu üçün biz də onların mühəqqiqlərin, şarlatanların mühəqqiq olaraq tanıdığımız üçün internet gedir onlardan bizə qaynaq alır. Əgər bir şarlatan varsa, onun sözləri sənət deyil bizim üçün. Adlı faylı da, faylın adını qoyubdur. Baxdığımızda bu səhifə öz dövrünün dil, xətt və kağız özəlliklərini çox gözəl şəkildə əks etdirir. Öncəki səhifədə tapdığımız dəqiq tarix Şaban 809 yazıbdır. Əlbəttə, 9. Mən bunu iştibah yazmışam. 9 olsa bu 9 olsa bu da olar 638 il. İki il azalar. Bir meyar olaraq götürsək, bu səhifənin maddi və filolojik analizi o təxmini tamamilə təsdiq edir. Gəlin bu səhifəni fərqli baxışlardan incələyək. Xətt və yazı üslubu paleografi. Xəttin növü. Yazı nəs xəttidir, amma Osmanlı Anadolu sahəsinin özəl özəlliklərini daşıyan, qədim və biraz göbəklilicə dırnaqlılığa, nə deməkdir bilmirəm, mail olan bir nəsxidir. Bu tərz yazılar özəlliklə baharlı, ağqoyunlu və erkən Osmanlı dövrünün katiban özəlliyi ilə uyğundur. Pəs oldu bu hangi dövrə gedir? Baharlılar, ağqoyunlular və Osmanlının əvvəlləri. Hərəkəcilik, üstlərinə səs qoymaq, hərəkə, eyrab. Hərəkəcilik və köhnəlik. Mətndə tam hərəkələmə, eyrab görünür. Bu da erkən dövr türkcə məktubata aid ən böyük özəlliklərdən biridir. Çünki o dövrdə katiblər türkcə kəlmələrin düzgün oxunmasını təmin etmək üçün ərəb kəlmələri kimi onları da, yəni türkcəni də düzgün eyrablayardılar. Hərflərin forması. Kaf hərflərinin üzərindəki kəckat keşidələri və ya edəlüm, heylə, edə, hey var arada, lüm kəlməsindəki hərflərin bir-birinə bağlanış tərzi erkən 1400-ci miladi il, yəni 900 hicridə. 900 hicri olur 801, 2, 3, 4 ta 899-a qədər.
İllərin klassik yazısı üslubudur. Cövhər və rənglər. Qara cövhər, yazıda istifadə olunan cövhər, klassik is-hıs tüstü, his cövhəri, mürəkkəb dud kimi görünür. Bu cövhərin rəngi zaman keçdikcə qismən qavrulmuş bir tona çevrilir. Diqqət etsək, bəzi yerlərdə cövhərin kağız üzərindəki düzlüyü və təbii köhnəlmədən yaranan solğunluğu aydın görünür. Qırmızı rəng, kəlmələrin üstündəki bəzi cizgilərdə və ya düzəltmələrdə ləl ya şəngərf qırmızısı istifadə olunub ki, o da əlyazmamızın klassik bir məktub olduğunu göstərir. Kağız və fiziki durum. Kodikoloji. Kağızının növü. Kağızının toxunusu, baftı, doxusu, mən bunu bilmirdim, toxunması düzdür. Toxusu ya doxusu, rəngi və dənə-dənə olan quruluşu, onun qədim şərq kağızı, qalibən İsfahan, Səmərqənd və erkən dövr Anadolu toxuması. Yəni bu üç yerlər kağız o çox olurmuş zahirən, oranını işarə edir. Qalibən İsfahan, Səmərqənd ya da erkən dövr Anadolu toxuması olduğuna işarə edir. Üzərində aydın bir filikran, abşan, nə deməkdir bilmirəm. Filikran ya nə deməkdir? Görünmədiyi üçün Avropa kağızı deyil. Qəhvəyi sarı rəngə çevrilib. Aharlı kağızların təbii dolayı rəng və ləkələr. Kağızın rəngi köhnəliyin və rütubətdən kağızın 100 illər boyu havadakı nəm və çəng tozlar, foxing ingiliscəsi, köhnəlməsi, üzərindəki kiçik qara nöqtələr və köhnəlik ləkələri təmasda olduğunu sabit edir. Təmir. Səfhənin ortasında köhnə bir kağız parçası ilə edilən bir təmir vüsali görünür ki, bu da əlyazmanı qorumaq üçün sonrakı dövrlərdə edilən fiziki müdaxilələrin xəbərcisidir. Yazılma tarixi üçün nəhai təxmin. Dil özəllikləri qədim Anadolu şeir dili, xəttin paleoqrafik quruluşu və kağızın koolojik dayanamı nəzərə alınırsa, bu səfhənin yazılış tərzi tamamilə 9-cu Hicri yüzilin əvvəllərinə müvafiq 14-cü yüzilin sonları və 15-ci yüzilin əllə, bu da miladi istədi desin, aiddir. Öncəki səhifədə göründüyümüz 809 Hicri qəməri 1406-ya mütabiq olur. Tarixi bu səhifədəki maddi dəlillərlə %100 uyğunluq təşkil edir və təxminimizi tam dəqiq kökə bağlayır. Tamam. Belə bir uzun mətni də bunun haqqında oxuduq. Kitabın əvvəlindən qeydaq və başlayaq görək nə görürük. Səhifələrin əvvəllərində o xarici yazıları ötürürük. Burada da bir gözəl yazı yazılmışmış. Görün bunu çevirsəm kitabı bunu oxuya bilərəm ya yox. Bunu da bir yer, əlbəttə su tökülüb ya bir şey çəkilib də əli belə çəkiblər. Rəh qatışıbdır. Bunun cöhəri yaxçı deyilmiş. Yox, oxuya bilmədim. Gözəl bir şeirdir, amma oxuya bilmədiyim üçün, gözəlliğim üçün ikinci bəndini oxudum. Yəni bir beytin ikinci misrəyini oxudum. Amma birinci misrəyində fəqət pərişanı oxuya bilirəm. Qalanlar pərişan nöqtələr ayanədir. Həzrəti Məhəmmədə görə bir şeirdir. Bunun başlığı beləymiş. Deydirlərdi pərişan nöqtələr ayanədir. Mürğ dil seydinə mi yoxsa saçılmış danədir. Gər dili kafuri buralar yenə oxumur görməyən gənc hüsnün biqəlan əf'i dəgilsəm ya nədir. Bir məəmmadır dəhani
yardən çıxmaz. Burada nə mənədir bilmirəm, oxuya bilmədim. Nöştəv ver uşağa bunda bilməzəm amma nədir? Ehtimalən belə bir şeirdir, amma oxuya bilmirəm çünki yazılışı biraz da köhnəlişi falan çox idi. Amma bu səhifə oxunur, yəni divanın özü oxunur. Üstündə yazıb Divan-ı Xəlili. Əvvəl bu yazaq Divan-ı Xəlili və sonra soruşaq görək ki, yəni gələk burada yenə soruşaq Divan-ı Xəlili adla bir əlyazmadır. Əcəba üstəki təxmində bulunduğumuz tarixdə ya da ondan öncələrdə Xəlili adla bir şair və düşünür varmı? Bunu bir soruşduq. İndi ikinci şey ki soruşacağıq budur ki, kitabın son səhifəsində və tarixdən öncə kitabın yazılması haqda Dərviş Həmzət ibn Hacı Murad görünür. Bu nəssax haqda da bilgilər toplaya bilər misin? Tamam, bu buna məşğul olsun. Bunu tapmağa biz kitabımızdan başlayaq. Görək ki, bizə nə deyəcək? Divan-ı Xəlili fərmayət. Bu qırmızıları Nəssax yazıbdır. Yəni Həmzə ibn Dərviş Həmzə ibn Hacı Murad yazıbdır. Ona görə də farsça yazıbdır və qırmızıca yazıbdır ki, yəni bu mənimdir, yazarın deyil. Bu bir kitab şeirlərdə bir-birindən ayırmaq üçün bir metoddur. Əslində bunu işlədiblər. Bismil-Xaliqil Həsəni Əl-Cəmili. Bismil-Xaliqil Həsənil Cəmili və həmdüllahi zil-fəzlil cəlili. Özünün də adını orada dedi. Ehtimalən bu Həsən kəlməsi, Cəmili kəlməsi ya Fəzl və Cəlili kəlməsi özünün də adına işarə ola bilər. Amma görək ki, nə olacaq? Bismil-Xaliqil Həsənil Cəmili və həmdülillahi zil-fəzlil cəlili. Salatullahi Mevlana'l məvəlli hatta ərvahun nəbiyyil haşimi. Salamun fi salami ala ərvah əshabil kirami. Çu bismillah ilən qılduq sözü nur. Pəs ani dinləmək nurun əla nur. Gəlin mət edəlim ol paknami. Bu da silinibdir, çürüyübdür, təzəşdən yazmağa çalışıblar, ayrı bir hərf olubdur. Təzəssüflə bu kitabın çox yerində nur kəlməsi də sonra yazılıbdır. Bu paknam, bu da sonra yazılıbdır. Bəllidir. Kim oldur qamünün poştu pənahi? Qamu dedik hamı anlamındadır. Kim oldur qamünün püştü pənahi? Xudavəndə kərimü ləm yəzəlsin. Qədimü qadiru həyyü əzəlsin. Münəzzəhdir qəmu şirkü riyadən. Riya sözü də dedik ki, cırılıbdır, aradan gedibdir, kağız yapışdırıblar, üstündə yazıblar.
Münezzəhdir qəmu şirk-ü riyadən, mübərradır qəmu çunu çəradən, bir əvvəldir ki yoxdur ana qayət, bir axərdir ki yox ana nəhayət, nə cövhərdir, nə cismu, nə ərəzdir. Bunlar fəlsəfi sözlərdir. Müsəlman filsuflar bunları yaradıblar. Nə cövhərdir, nə cismu, nə ərəzdir, zehi fail ki fiili bi qərəzdir. Bu diqqət eləyin, diqqət eləsəz görürsünüz 600 il bundan qabaq, deyək 640 il bundan qabaq bu kitab nüsxələnibdir. Bu şair ehtimalən 500 il, 400 il, yaxud ki 600, 700 il zat bundan qabaq yaşayıbdır. Ehtimalə ən azı yəni beləsi bir misal qoyaq, deyək ki 700 il bundan öncə yaşayıbdır. 630 il bundan qabaq bunu bir nəfər nəsx edibdir. Bu da ondan bir 50-60 il öncə yaşasa, onlar 700 il öncə bu kitab yazılmışdı. Amma o zaman diqqət buyurun ki, bir dana şair fəlsəfiyə müsəllətdir. Və indi bizim ustad danışqah ustadlarımız məntiqi danışanmırlar, fəlsəfə düşünmək şey heç. Mollalarımız da o cürdür. Nə cövhərdir, nə cismu, nə ərəzdir, zəhi fail ki fiili bi qərəzdir. Bunlar hamısı fail, feil, bi qərəz. Biridir zat heyrətdən, cəhətdən. Bəridir, üzr istəyirəm, bəri. Bəri yəni arı olmaq. Arı sözündən də ehtimalən bəri olubdur, arı olubdur. Arı təmiz, paşlanmaq. Pis ilə yaxçını bir-birindən ayırt etmək. Bəridir zati heyrətdən, cəhətdən. Allahın zatı, zat özü də yenə fəlsəfədə işlənir. Heyrətdən və cəhətdən yenə bunlar da fəlsəfədə işlənir. Münezzəhdir qəmu hadis sifətdən. Yenə ciddi münezzəh özü din sözüdür, amma işlənir fəlsəfədə. Qəmu hadis. Hadis sözü fəlsəfədə işlənən bir şeydir. Sifət də yenə fəlsəfədə işlənir. Müsəlmanların yaratdığı fəlsəfədə. Həyula ilə, yenə də gedir fəlsəfədən. Həyula ilə surətdən müərra, ari sözü ki ərəbcədir, eynilə yazılır. Onu üstə bəri dedi, sonra ari dedi. İndi görək ki, nə deyir? Həyula ilə, həyula o kəlmələrdəndir ki, fəlsəfədə, müsəlmanlar yaratdığı fəlsəfədə çox işlənir. Həyula ilə surətdən müərra, vücudi vacibi imkandan mübərra. Vücubi vacib imkandan mübərra. Yenə burada 4 kəlmənin 4'ü də fəlsəfi sözdür. Vücud, vacib, imkan, mübərra. Bunlar 4'ü də müsəlmanın yaratdığı fəlsəfədə işlənir. Anın mahiyyətin əql etməz idrak. Yenə burada anın, hətta anın, yəni onun, o nə deməkdir fəlsəfədə? O mahiyyətin əql etməz idrak. İdrak sözü də yenə etməz idrak. Bu ikisi bərabər fəlsəfənin dərin sözlərindəndir. Qəmu əşya dilindən ma ərəfnac. Burada da əşya dilindən, əlbəttə fəlsəfiyə çox ilgisi yoxdur, amma işlənir, yəni bu dilinə danışacaqsınız, yəni fəlsəfədə də normal kəlmələr işlənirlər fərqli anlamda. Qəmu əşyadan ma ərəfnac Quranda gəlir, Quran sözüdür, dini sözdür. Şülər kim zatini təşbih edərlər, indi bunlar zat, təşbih. Şülər kim zatini təşbih edərlər, bu da getdi tazaşdan İslamın iç fəlsəfəsinə. Anın haqqı çibi tevcih edərlər, ya haqqını ehtimalən kaf, burada nun oxuna bilər. Anın haqqı ki bi tevcih edərlər, o da nidir, üzrəm, haqqini tevcih edərlər, anın həmdi lisani fəhmə sığməz. Anın həmdi lisani fəhmə, iki cürə dil var burada, bu indi bölür. Bir dil vardır ki, ağzımızda danışırıq, bu bizim danışıq dilimizdir. Türkçə ola bilər, ərəbcə ola bilər, bəlutcə ola bilər, hindicə ola bilər, latincə ola bilər, hər dildə ola bilər, japonca ola bilər, çincə ola bilər və türkçə ola bilər. Amma bir də düşüncə dili var. O çox önəmlidir. Mən yadıma gəlir, məsələn, bir dəfə bir əzizimlə danışırdıq, bir zərbil məsəl işlətdim.
Mən işlətdiyim bir anlamda idi, o aldığı bir ayrı anlamda idi. Məndən küstü getdi. O halda ki, burada idrak məsələsi idi. Ki nəfsü, əqli, fikrü vəhmə sığmaz. Yenə burada gəldi, fəlsəfədən bir şeylər qatdı. Nəfs, əql, fikr, vəhm. Bunlar orada. Necə həmd eyləsin insan xaki, onun bini müəlla zat-ı paki. Onun biki yazıbdı, amma mən bunu bin oxudum. Ehtimalən məni də vermədi, anlamadım. Onun beyki peyk ola bilər, peyk anlamında. Onun beyki müəlla zat-ı paki, çu yox həmdinə, onun əvvəla aciz. Çu yox həmdinə, onun əvvəla aciz üzrəm, aciz. Pəs ol یک dürür izhar ola acz. Resulullah ki tac enbiyadır, cemi o evliyaya pişvadır. Dedi ben acizem həmdündə ey haq. Həzrət Muhammed beləsi bir şey deyibdi, ya da şair Həzrət Muhammedin dilinə qoyubdu. Dedi ben acizem həmdünə ey haq. Gəru həmdüm sən et zat-ı mülhaq. Gerü həmdüm sən et zat-ı mülhaq. İndi burada bir söz dedim, yadıma bir şey düşdü. Bilmirəm o birisi dinləri, amma Şiədə belə bir şey var. Şairlərdə də belə bir şey var. Duyğuların bir duyğu yaşırlar. Məsələn, Kərbəla hadisəsi haqqında bir duyğu yaşır. Məsələn, o Kərbəlada Həzrəti Əli Əsqər kiçik uşaqda, 6 aylıqdır, bəlkə də kiçikdir. Təbii ki, ağlamaqdan sonra bir şey başarmaz. Amma şair özün qoyur onun yerinə. Onun duyğuların, Əsqər dedi. Əsqərin dilindən bir çoxlu sözlər deyirlər. Bu, şairin duyğularıdır. Amma bağlır onun ağzına. Beləliklə, yalanlar da çoxalır. Yəni, indi məsələn, İmam Hüseyin də bəzi şeylər deyibdir orada. Amma bir çox şeylər İmam Hüseynin adına yazılıb ki, orada deyilmir. Fürsət yoxdur, savaşın ortasıdır, orada sıxənranlıq eləməyəcəkdir ki. Bir-iki dəqiqə əvvəldə bir şey olar, ondan sonra savaş başlar. Savaşın ortasında adam savaşır da, burada şeir deyə bilməz. Ya oturub bəzi hədisləri deyə bilməz, ya bəzi şeyləri deyə bilməz. Vaxt yoxdur, macal yoxdur. Amma o duyğulanan şair, nohəçi və o ki istəyir pul qazansın, müştəri qazansın şeirinə, o bir sözləri həzrətlərin, böyüklərin adına deyirlər. Necə ki, indi İranda yayğındır. Adamlar bir gözəl söz istəyirlər yazsın. Bunu yazanmır ki, mən deyirəm. Yazır ayrı adamın adına. Bir dənə Avropalı, bir dənə Amerikalının adına yazır ki, yəni hamı bu sözü qəbul eləsin. Çünki bir ayrının adını eşidəndə biz onun kölgəsində qalırıq, özümüzü hiss edirik. Özümüzü, bu aşağılıq kompleksidir. Yəni, insan özün bir cür özgələrdən aşağı görür. Bu da o kültürü göstərir ki, neçə il işğal altında qalıbdır. Necə məsələn biz Həzrəti Məhəmməd ya İmam Həsən, İmam Hüseyin ya Həzrəti Əli hər kəsdən, bir böyük şəxsiyyətdən, böyük ariflərdən, böyük şeyxlərdən, ustadlardan, böyük insanlardan, şairlərdən, filsuflardan bir söz eşidəndə onun qabağında sakit qalırıq. Çünki onun əzəməti, ona görünən əzəmət bizi sükut eləməyə zorlur. Eynən o cürdür. İslamda məsələn bunlar vardı. Biz bu adamların, yəni İslam deməyək, müsəlmanların ortasında bir də adamlar vardı ki, biz onların adları gələndə daha sakit oluruq. Söz qurtardı deyirik. Əlbəttə ki, bunların içində o bir Ayətullah Məsumi var Tehranda. Onu mən Günas TV-də danışdırdım bir dəfə. Dedi ki, İslam adına toplanan hədisləri, yazılan hədisləri yalan doğrudan ayırsaq bir-birindən. O 110 neçə cildlik ki bir kitab vardı, yazılıbdı. Ondan yarım cild, bir cild ya da yarım cildi qalar. 114 cildidən məsələn 113 yarımı ya 113'ü aradan getməlidir. Yəni bunların içində 113'ün içində düz hədisləri çıxarsaq, yalanları assaq, sonra bunlardan bir kitab tutsaq, ehtimalən bir dənə kitab olar, məsələn bir cild ya da yarım cild. Gedək görək münacatda nə deyir?
görək bir yerdə adın deyəcək yox, ona görə istəyirəm. Xudavənda Kərima Kirdicara, Rəhima Qadira Pərverdigara. Benim bir acizü dermanda miskin, benim bir acizü dermanda miskin, garibu binavu zar gamcin. İşimdir gecəvü gündüz məasi, İşimdir gecəvü gündüz məasi, benim bir yüzü qara bende asi, benim bir yüzü qara bende asi. Zabun oldum bu nefsi şumelinden, şegi و سرکش و میشومelinden, bana tevfik rahin gösteri ver. Bana tevfik rahin gösteri ver. Beni nefsüm elinden kurtari ver. Bu kurtari ver hala indi Türkiye'de işlenir. Yani bu ver sözü mesela dikkat buyursanız bu bana tevfik rahin gösteri ver. Benim nefsüm elinden kurtari ver. Yarattın tün beni mai meniden, yine kurtar meni mai meniden. Tu sensin mutlaka ef'ale halik, benim ef'alım ettir sana layık. Benim ef'alım ettir sana layık. Dizarında beni məhrum qılma. Ehtimalen bu didar olacaqdı. Dezar yazıqdı. Dal z və ə. Dizarında, həman didarından. Dizarından bəni məhrum qılma. Müşərrəf qıl bəni mevhum qılma. Dərunum roşən ilə ilm ilə sən. Burunum roşən ilə helm ilə sən. Gözümü xab-ı xəflətdən iraq et. İraq uzaq. İraq-ı əcəm, İraq-ı ərəb. Bu da ərəbin İrağı, uzağı. Necə buna ad qoyublar? O bir məsələdir, amma mən düzün axtarsınız, bilmirəm ki, niyə ona İraq deyiblər. Əcəba Məkkə Mədinədən çox uzaq imiş, ona görə deyiblər. İraq-ı əcəmdəki bilirsiniz, bugün şeyə deyirlər da, bu Əraç bölümünə deyirlər. Gözümü xab-ı qəflətdən iraq et, könüldə nur təhqiqi çıraq et. Dəmi axərdə imandan ayırma, dilimi zikr-i sübhandan ayırma. Şu saat kim dilim olmaya güya, bəni hifz eylə şeytaniden xudaya. Burada da dığın üstünə nöqtə qoyubdu, xudaya olubdu, xudaya. Ne şirin söylemiş ustad məni, bu bir beyti latif خوب yani. در آن ساعت که ما مانیم هویی، ز بخشایش فرو مگذار مویی. Şair belə bir söz deyibdi, onu getdi burada işlətdi, əmanəti də göstərdi ki, bunu mən özümdən demirəm. Sonra şeir başlanır, əzzə ismuh. Ya məzhərül həyati və ya mühiyyəl məmat, əntəlləzi tüfərrədə bil fəzl və sifat, ey vacibül vücud ki bir vahidiyyət, ey vacibül vücud ki bər vahidiyyət, kəşdi dili cümlə mevcudat mümkünat, gəşt دلیل جمله وجودات ممکنات. ذاتون تفکرنده تحیرده در عقول، وصفون تصورنده تصورده جمله ذات. هر یاندن جنابنه در سجده ای نیاز، گر خانگاه مسجد و گر دیری sumenat. Əmrünlə dair oldu buna neyl-ü rəng, nil-ü rəng. Hökmünlə mərkəz oldu sənin, səncü xaç bi subat. Künhiyyətin zatünün necə idrak edər qul. Çün yox Cənab-ı İzzətinə həyyizü cəhat. Qəhrün qılıcidir ki ədü gərdənin biçər. Qəhrün qılıcidir ki ədü gərdənin biçər. Lütfün nəsimidir ki dürür ki
verer merdiye hayat. Bi misal bi bedelsin, bi misil bi bedelsin, bi şebih bi nezir. رزاق بندی و پروری خلاق کائنات. رزاق بنده و پروری خلاق kainat. Her natıgın dilindeki Subhan la yenam. Her samit oldu sününe ayat beyinat. Hikmetlerine zerrece yol bulmadı gul. Kudretlerine aciz u sergeçteyi dürşitab. Kudretlerine aciz u sergeçte dürşitab. Fazlun olursa zahri helahil olur şeker. Fazlun olursa zahri helahil olur şeker. Gahrın olursa zahre döner şehd ile nebat. Medhünde acizem ne deyim ey Xudayı pak. Gene Xudayı pak yazıbdı. Murem ne hadd ile edim hamd ile senat. Ya Rabbi hakkı Ahmed Muhtar al او. Ya Rabbi hakkı Zeyd zübde آباء ümmahat. Erzanıgıl Xalilə didar cənnəti. Xəlil adı birinci dəfə gəldi. Əvvəldə əlbəttə oxumuşuq, amma gəldi burada. Ərzanıgıl Xalilə didar cənnəti. Nar cəhimidən ana lütf eylə ver nəcat. Burada birinci dəfə şairimizin adını gördük. Əvvəldə dedik ki, ehtimalən o başlayanda şeiri Allaha görə Xəlil, Cəlil bunları yazmışdı, amma öz adına da orada işarə olunurdu. Bunu da görmək olardı. Bir ayrı şeirə getiririk ki, qırmızı xəttinə yazıb mətlə başlanır. Əla ey əndəlibi gülşəni can, gönül bağındəki murği xuşəlhan. Sənsin şəfii yevmi cəzadə ana nəğəm. Sənsin şəfii yevmi cəzadə ana nəğəm. Ömer Xəlili xəstə təbküdən şəfaini. Ömer ummaq, umuram ki, işlər belə keçsin. Yəni arzu edirəm, amma arzu kəlməsinin yerinə türkçədə ummaqdır. Ömer Xəlili xəstə təpündən ya da təpündən şəfaəti. Nə deməkdir bu təpündən şəfaəti ya təpükdən? Ömer Xəlili xəstə məriz tibbündən olacaqdı. Tibbündən, həman təbündən olubdu. Ömer Xəlili xəstə təbündən şəfaəti etsən şəfaət kərəmindən nə olar kəm. Burada qutardı. Ondan sonra dərməti Əshab-ı Rəsul rəziyallahu anhum deyə bir başlıq atır. Görək ki, burada nə yazılacaqdır. Pəsəndən çox səlam, çox təhiyyat bər ruh آل اصحاب زکیات خصوص اولکیار مصطفادر وجودی منبع صدق صفادر رئیس آل اصحاب güzini. Kim ondan sonra əhya qıldı dini, imadi dinidir. İmadi dini dürür bir bərvədsi təhqiq. Əmir-əl-müminin Bubəkr Siddiq, əmir-əl-müminin biri Ömərdir. Fəda yoluna onun canı sərdür. Fəda yoluna onun canı sərdür. Rəsulun şərinə çün seyf qati turub oldu əsami şərə qami. Cəhani ədlə qıldı münəvvər. Zehi insani kamil pak cövhər. Əmir-əl-müminin 3-cü Osman ki tərtib eylədi ayat Qur'an. Həyakani səxanın mənbəidir. Səfa və lütf sidqün
məcməidir. Çün ol məhi sahib hureyn ölübdür. Olubdur əlbəttə oxunacaqdır. Çün ol məh sahibi hureyn olubdur. Həzrət Peyğəmbərin iki qızı ilə evləndiyi üçün ona beləsi ad dedi. Sahibi hureyn, iki hurinin sahibi olmaq. Həzrət Peyğəmbərin gözəl qızları ki, çox da uzun yaşayıblar. Bunların da uşaqları var əlbəttə. Ölüblər güya uşaqları. Birinin uşağı qızı qalıbdı, o birisindən qalmayıbdı. Həzrət Fatimədən ki, çox da cavan ölübdü, ondan qalıbdı uşaqlar. Əslində Peyğəmbərin diri qalan və uzun yaşayan uşaqları 3 dənə qızı var. İkisi Həzrəti Osmanın həyat yoldaşları və biri Həzrəti Əlinin həyat çox bir az zaman Həzrəti Əlinin həyat yoldaşı olubdu. Allahın rəhmətinə çox cavanlıqda gedibdi. 18-19 yaşında bu hududlarda, bəlkə 20, 22, 23, 25 bu hududlarda Allahın rəhmətinə gedibdi. Çün ol məh sahibi hureyn olubdur. Adı dillərdə zülnureyn olubdur. İki nurun sahibi. Birisi Kim Əli-yü Mürtəzadır. Əmir-əl-Müminin şir xudadır. Onun üçün dedilər adını Heydər. Heydər kəlməsini burada şir xuda gətirərək onu dediklər bu mənadadır. Birisi Kim Əli-yü Mürtəzadır. Əmir-əl-Müminin şir xudadır. Onun üçün dedilər adını Heydər ki, müşrikdən təmər götürdü yeksər. Təmər damar götürdü yeksər. Onların damarlarını kəsdi. Ki, müşrikdən təmər götürdü yeksər. Cəmi awliya sərmiş bidir. Cəmi awliya sərməşrəbidir. Sərməşrəbdir. Mən iştibah oxudum. Həzrət Əlini deyir. Cəmi awliya sərməşrəbidir. Təhcə Həzrət Əlinin haqqında bu gedir ki, bu dərvişlər, sufilər, bunların şeyxlər, bunların sərməşrəbi, yəni o məşrəb şərab içməli, məşrəb qab ki, oradan şərabı içirlər. Həzrət Əli bir məşrəbdir, yəni bir qabdır. Hətta Təbrizdə bunu məşrəbə deyə işlədərdilər. Bir növ dəmir bir kası idi. Ondan hamamda zadda su tökərdilər başlarına. Adını məşrəbə deyərdilər. Evdə də əlbəttə bundan istifadə edərdilər. Belə böyük qablarda su olardı. Ondan məşrəbə ilə suyu götürərdilər, tökərdilər. Fikirəm, hətta nəfti də bundan ölçərdilər bir zaman. Məşrəbə ilə ölçərdilər. Amma mütməyin deyiləm. Cəmi awliya sərməşrəbidir. Şəhi əshab damad nəbidir. Şəhi əshab damad nəbidir. Səlam ol iki əncüm tamərینə. Bu tamər nə deməkdir? Onu bilmədim. Səlam ol iki əncüm tamərینə. Nə deməkdir tamər? Damar. Ehtimalən dammaq anlamında olsa, T-dala çevirsək, damərinə, yəni damanlara. Salam olsun iki əncüm tamərinə damanlarına olacaqdır. İmameyn Həsən birlə Hüseynə. Pəs ondan Həmzə və Əbbasə olsun, səhabi və kiramün nasə olsun. Kitab qutardı. در آغاز سخن و اسم کتاب. Görək ki, nə deyəcəkdir? Əla ey bülbül ey bağı biladə. Əla ey bülbüli bağı bəlağət. Suxən arayı gülzari fəsahət. Səhər hincamının cuyəndəsisin. Şikəstə dillərin cuyəndəsisin. Sizə gəl can dəmağini tər eylə. Sözə gəl can dəmağini tər eylə. Gönül ayinəsin purzivər eylə. Təfərrüc qıl bu aləm gülüstanın. Təfərrüc qıl bu aləm gülüstanın. Müşərrəf eylə bağı bostanın. Bugün sənsin su bir şuridə bülbül. Bugün sənsin su bir şuridə bülbül. Fəğan etmə dilərsən üştə gəl gül. Fəğan etmə dilərsən üştə gəl gül. Ya gül.
Sözündən üçün fərəh bulur gönüllər. Sözündən üçün fərəh bulur. Fərəh şadlıq, sevinç, gülüş, rahatlıq. Sözündən üçün fərəh bulur gönüllər. Şəfa bulur qəmu köyüngülü dillər. Köngülü dillər. Gönüllü, yəni gönüllü ürəklər. Şəfa bulur qəmi köngülü dillər, könüllü dillər. Nə üçün pəs etmiyasın sözə bünyad? Niyə başlamayasan? Ki eşidənlər olalar xürrəm şad. Sözün nəzmində xərc eylə əməklər ki ta şirin ola verən ki ta şirin olavu pür nəməklər. Bugün sənsən çü söz bəhrində qəvvas. Bugün sənsən çü söz bəhrində qəvvas. Çıqar qıl bin bir qəç gövhəri xas. Çıqar qıl, çıxartmaq. Qıl, göstər, işi görmək. Çıxart qıl bir feilidir. Çıxartmaq işin gör. Çıxart qıl bin bir qəç gövhəri xas. Çepürdür eyliyalım can qulağın. Çepürdür eyliyalım can qulağın. Müəttər qiləlüm əqlün dəmağın. Dəmağ biz buruna deyirik, amma əslində dəmağ beyində düşüncədir. Ona görə deyir, müəttər qiləlüm əqlün dəmağın. Ki imdi söylə ey مرغ سخندان سنündür çünkü söz nəzmində meydan. Girib meydana eylə pəhlivanlıq. Hünərlər göstər et sahib qıranlıq. Hünərlər göstər et sahib qıranlıq. Kərəm qıl söznak ol sözə bəşlə. Kərəm qıl söznan olacaq. Kaf burada nun olacaqdır. Kərəm qıl sözündən ol sözə bəşlə. Nəvasüz, aşıqsüz Novruzə bəşlə. Novruz sözü bu neçə il oldu? Yaxşı 700 il bundan qabaq təqribən Nəvruz sözü işlənirmiş. Nəvruz. Bəyan et eşq-i aşıqdən rivayət. Eşitdir bizə bir şirin hikayət. Bəşunə gəldici sevdayı eşqi. Öz başına gələn sevdayı eşqi. Başunə gəldici sevdayı eşqi. Dəmadəm çəkdigün qoğayı eşqi. Düzət nəzm ilə bir şirin kitab et. Düzət nəzm eylə bir şirin kitab et. Duasın bir qəribün müstəcab et. Özünə qərib deyir. Duasın bir qəribin müstəcab et. Oqunsun adı fürqətnamə densün. Fürqətnamədir. Pəs bunun adı Divan-ı Xəlili deyil. Əsli bunun adı Fürqətnamə. Kitabın əsl adı Fürqətnamə-i Xəlili deyiləcəkdir. Ona görə bunu mən də bir-iki yerdə dedim, divan nəzərimə gəlmədi. Amma bu fürqətnamədir. Çox gözəl oldu. Yəni getdim Məsnəvi üzərinə. Gördük ki, təqribən Məsnəvi ilə başladı. Yəni Həzrət Məhəmmədə, Allaha, böyük 4 xəlifəyə və görürük ki, o cür davam edir. Bu sadə bir aşiqanə şeir deyil. Nağıl kimi bir hekayədir, özünün başına gələn eşqidən danışacaqdır və o da fürqətdən danışacaqdır. Bir də oxuyaq. Bəşunə gəldiyi sevdayı eşqi, dəmadəm çəkdigün qoğayı eşqi, düzət nəzmi ilə bir şirin kitab et. Düzət, düzəltmək. Bu günlərdə biz işlədirik, Təbrizdə elə deyirik düzət, filan işi düzət. Onu qələt eləmsən düzət. Bu elə bu dəqiqən bu şeylə işlədirik. Amma əslisi bunun ədəbi şeirdən çıxıcı düzəltməkdir. Düzəltmək. Lamla gəlir. Düzəltdim, düzəlt.
etdik. Düzət nəzm ilə bir şirin kitab et, duasın bir qəribin müstəcab et, okunsun adi fürqətnamə densün, qələm kim yazdı mişkin xamə densün. Qələm kim yazdı, yazdı müşküm xamə desin. Qələm kim yazdı, mişkin xamə densün. Hikayət eylə hicran qıssəsindən, rivayet eylə canan qüssəsindən ki hər kim oqya xud qılə quş xud odur ki hər kim oqya xud qılə quş qılə qılmaq qulaq vermək ki hər kim oqya xud qılə quş gedib əqli beşindən ola bihuş gedib əqli beşindən ola bihuş sözünü şöyle söyle nazik tər. Sözünü şöyle söyle nazik tər ki eşidənlər deyələr Allahu Ekber. Ki eşidənlər deyə Allahu Ekber. Ağazı dastan. Dastan burada başlayır. Buradan biz bildik ki bu kitabın adı Fürqətdir, şairin adı Xəlilidir. Bu Nəssaxın da adı Dərviş Həmzədir. İndi biz qeydaq o bir dənə sual soruşmuşduq. Görək ki, buna nə cavab verdi. Bu çox dəyərli, əhəmiyyətli və nadir bir tapıntıdır. Sizin qeyd etdiyiniz məlumatlar bu əlyazmanı köhnə türk ədəbiyyatı isarətində çox böyük bir xəzinəyə çevirir. Sizin gətirdiyiniz iki öncəli məlumat, şairin adı Xəlili və Nəssaxın adı Dərviş Həmzə ibn Hacı Murad, əsasında 809-cu hicri tarixindən öncəyə aid olan elmi və tarixi həqiqətləri belə açıqlamaq olar. 809-cu hicri ilindən öncə Xəlili adlı şair və düşünür var mıydı? Bəli, türk ədəbiyyatı tarixində tam bu dövrü, yəni 8-ci yüzilin sonları və 9-cu yüzilin əvvəllərinə uyğun gələn çox məşhur və böyük bir Xəlili var ki, onun əsəri tarix boyu nadir əlyazmamız arasında axtarılmışdır. Xəlili hurufi şair. Bu şair, böyük Azərbaycan şairi və müfəkkiri İmadiddin Nəsiminin ən yaxın müridlərindən və hurufiyyə təriqətinin böyük düşünürlərindəndir. Nəsiminin özü 820 hicri qəməridə Hələbdə şəhid edilib. Xəlili isə Nəsimidən öncə və onun dövründə yaşamış, özəlliklə 8-ci yüzünün sonları miladi 1300-cü ilin öz gözəl şeirlərini divana gətirmişdir. Şeir dili ilə uyğunluq. Səhifəsindəki şeirin ibaratına baxdığımızda haqq odur ki, Xudayvəndə, qədim və qadir və həy və əzəlisin. Bu şeirlərin tamamilə tövhid, irfan və özəl ədəbi ilahiyyat məzmunlu olduğunu görürük ki, bu da hurufi irfan şairlərinin, özəlliklə Nəsimi məktəbinin və Xəlilinin üslubudur. Kitabın önəmi. Xəlilinin türkcə divanı köhnə ədəbiyyat aləmində çox az tapılan və nadir əlyazmalardan biridir. Sizin əlinizdəki nüsxə 809-cu hicri ildə, yəni şairin öz zamanına çox yaxın və ya bəlkə də yaşadığı dövrdə köçürülübdür. Bu da əsəri elmi baxımdan mütəyyəqqin və orijinal edir. Nəssax Dərviş Həmzə İbn Hacı Murad haqda bilgilər. Katibin adının əvvəlində dərviş kəlməsinin gəlməsi çox şeyi anladır. Təriqət mənsubluğu. O dövrdə, yəni 800 və 800-cü illərdə, 801 ta 900-əcən, kitabətlə məşğul olan dərviş, sifətli katiblər mütləq bir sufi, hurufi və ya Bəqtaşi tekkəsinə mənsub olardılar. Onlar səvab və təriqətə xidmət üçün öz şeyxlərinin və ya düşünürlərinin divanlarını belə gözəl nəsx xətti ilə köçürərdilər. Katibin kimliyi.
Tarix qaynaqlarda və əlyazma kataloqlarında Erkən Osmanlı, Səfəvi əvvəli və Ağqoyunlu dövrünün katibləri arasında Həmzə İbn Hacı Murad və ya Dərviş Həmzə adlı şəxsiyyətlərə rast gəlmək olar. Özəlliklə 809-cu Hicri ilində yaşamış bu zat böyük ehtimalla Anadolu və Azərbaycan, Əraq, Əcəm sahəsində fəaliyyət göstərən irfani məktubata bağlı bir xəttat katib olubdur. Fərcamdakı düzəltmə. Diqqət etsəniz, fərcamda katib öz adını yazanda üzərindən bir cizgi çəkib, onu düzəltmək istəyib. Bu da onun öz əl yazmasında təvazu etməsinə və ya sonradan qeydin təkmilləşdirilməsinə işarət edir. Əlbəttə, burada mən bir şey özüm əlavə edeyim. O əl yazma, biz geçsək kitabın axirinə, oradan bir əksi var idi, onu görsətsək. Burada açılar, onu daha aydın görərik. Əgər burada diqqət olunsa, şeirin yazılan, yəni Həmzənin xətti, əl yazması bu bölümündən fərqlidir. Bunu Həmzə yazmayıbdır, bunu bir ayrı adam yazıbdır. Bu ayrı adam bilir ki, o kitabı o yazıbdır. Ona görə bu yazıbdır. Yoxsa orada təmmətdə qutarıb, təmmət üstəkinin, yəni Həmzə rəhmətliğin, Dərviş Həmzənin əl yazmasıdır. Təmmətdən aşağı əl-kitabı bəunul təmmətil əl-kitab bəunullahil məlikil vəhhab ən yədil əzəfi vəl-əzəfil ibad Dərviş Həmzə İbni Hacı Murad. Burada bu Hacı Muradın üstünə xət çəkməyibdir. O da xət deyil, təmmətin uzunluğudur. Təmməti çəkib beləsi gedə, xət deyil üstünə çəkər. Burada iki xətlə biz qarşılaşırıq. Biri Həmzənin xəttidir ki, şeirləri yazıbdır. Bir də bu xətti o adamdır ki, Həmzənin adını yazıb. Amma Həmzə özü yazmayıb bunu. Həmzə özü adı yazmayıbdır. Gizlin qalmağa çalışıb. Amma bir nəfər sonra bu kitabı Həmzə yazıb deyə götürüb də onu xətləyibdir. Bunu burada mən aydınladım. Bu şeydə gəlmir. Yəni burada görmürük onu. İştibah da dedi, o xət çəkməyibdir. Təmməti uzun yazıbdır. İndi bu burada qalsın. Amma indi biz bir dana bir şey tapdıq. Onu deyək. Xəlili Həzrətləri kitabında beləsi yazmıyıq. Yazıq ki, şeirlərin birində kitabına verdiyi adı nə məndə? Fürqətnamə dedi. Fürqətnamə yazdı. İndi bu bilgiyə baxaraq Dərvişi və Xəlil Həzrətlərin aydınlaşdırmaq daha kolay olmazmı? Xəlilin əsli və kamil adın bulmaq mümkünmü? Bu bununla məşğul olsun. Biz qeydək kitabımıza. Ağaz dastan. Allah-u Əkbərdən sonra indi dastan. Gələk bitarəbü dərviş dilriş, qəribi bi kəsü bi yar bi xiş, vücudi çərx oxundən yarələnmiş, yürəgi hicr odündən parələnmiş, Əcəm mülkündə idim elmə məşğul, Əcəm mülkündə idim elmə məşğul, oqurdum gah fiqhü gah məqul, təriq zühdü muxtar eləmişdim, huzur əhlin bana
yar eyləmişdim. Huzur əhlin bəna yar eyləmişdim. Yerim gəh mədrəsə gah cami idi. Dilimdə nur qudrət lame idi. Məgər kim eyləmişdim tərk ləzzat. Gəhi şuğl eylərdim gah taat. Gəhi şuğl eylərdim gah taat. Düni gün elmi oxumaq yeşmidi. Nədir? Burada bir qatışdı biraz. Düni gün elm oxumaq peşəm idi. Pişə. Pişə iş anlamındadır. Peşə. Türkçə peşə amma pişə deyilir. Düni gün, dünəni və bugünü, yəni hər günü. Düni gün elm oxumaq pişəm idi. Əməl qılmaq mudamən dişəm idi. Oxuduqlarımda əməl edeyim. Bu növ ilə gözər qılırkən əyyam, bilməz idim nola axəri sərəncam. Bilməz idim nola axər sərəncam. İndi burada yenə dərviş Həmzə bir qırmızı yazı ilə orta ad yazır. Dərkərdən və rəsidən bülbül əznik. Görək ki, nə deyir? Məgər bir gün bu çərxi lacəvərdi, kecanın dəftərin yumdi yo düzdü. Kecanın dəftərin yumdi yo düzdü. Sabah oldu yo aləm roşən oldu. Keca ehtimalən gecə olacaqdır. Kecanın dəftərin yumdi yo düzdü. Gecənin dəftərin yumdu, bağladı. Yummaq, bağlamaqdır. Gözümüzü yumuruq. Əlimizi yumuruq. Yumuruq özdə, yəni bu da, yəni yumuruq deyəndə o şey ki, fars deyirlər. Yəni yummaq, yumuruq feilidir. Yummağın məsdəridir ehtimalən. Kecanın dəftərin yumdi yo düzdü. Sabah oldu yo aləm roşən oldu. Cahan bu şazlıqdan gülşən oldu. Şazlıq, şadlıq ehtimalən olacaqdır. Şaz məmulən yəni istisnai bir şey. Hər gün əlbəttə bir istisnai bir şeydir. Biz dünyaya ayılırıq. Yəni ki, bu istisna olur. Ölüb gedə bilərik. Yuxuda da ölə. Əlbəttə aydınlıqda da ölə bilərik. Amma şaz budur ki, biz bir ayrı günü görürük da. Yəni bu da bir şazdır, istisnadır. Cahan bu şazlıqdan gülşən oldu. Şad da oxuya bilirik, şadlıqdan gülşən oldu. Yəni gün açıldı, hər yer şadlıq oldu. İnsanlar çıxdılar çölə, eşiyə falan. İşə gücə. Günəş yüzünü göstərdi üfüqdən. Ərusi bekirvəş çıxdı tutaqdan. Tutaq zindan. Gün zindana getmişdi, batmışdı, ha tutulmuşdu. Oradan tutaqdan, tutmaqdan, tutulan yerdən çıxdı. Ərusi bekirvəş, bu günə deyir nə mənə? Ərus, gəlin. Bekirvəş çıxdı tutaqdan, tutulduğu yerdən çıxdı eşiyə. Bunu bir evə salıb qapını kilitləmişlər, oradan çıxdı eşiyə. Çox gözəl deyibdi, çox anlamlı bir. Ütünməkdən qəmu ceydi nəqabın. Utənməkdən, utanmaqdan. Utanmaqdan qəmu ceydi nəqabın. Gözətdi qamu yıldızlar hicabın. Gözətdi götürmək anlamında olar. Gözətmək gözdən gəlir, göz sözündən. Gözətdi, yəni onu gözlədi. Gözətdi qamu yıldızlar hicabın. Onların yıldızların hicabını gözəltdir. Çox gözəldir. Yəni ulduzlar da görsənmir də, onlar hicab altına getdilər. Gözətdi qamu yıldızlar hicabın qəmu işlü işinə oldu məşğul. Qəmu işlü işinə oldu məşğul. Gözətdi hər tərəfdən qulluğun qul. Bənim var idi bir yar ənisim, olurdu gecə xəlvətdə cəlisim. Onunla belə oqurdum ulumi, gəhi məqul و gah elmi nücumi. Gəlib vaxtı səhərdə ol vəfadar, dedi təhsil olunməz bunda ey yar.
tur imdi ta səfər əzmin qılalum. Dedi təhsil olunmaz bunda ey yar. Burada da bəsdir. Burada da bir şey yoxdur əlimizə gəlsin. Dedi təhsil olunmaz bunda ey yar. Tur imdi dur. Tur imdi ta səfər əzmin qılalum. Səfər əzmi səfər eləyək. Vəralum rumə xoş məşğul olalım. Gedək Ruma, yəni Osmanlıya. Rum deyəndə Osmanlı. Vəralum rumə xoş məşğul olalım. Əgərçə şəhrimizdə qaluz biz. Əgərçə şəhrimizdə qaluvuz biz. Əgərçə şəhrimizdə qaluvuz biz. Əcəbdür elmi zoqun alırız biz. Deyir də burada bir şey yoxdur qalmağa. Əcəbdir ki biz burada qalırıq və amma elm ləzzət alırıq. Yəni özümüzü elə bir ki o qara balıq şeydə göldə qalmışıq. O göldə özümüzü ondan ləzzət alırıq. O halda ki əsli ləzzət o göldən çıxıb o quyanusa getməkdir. Əgərçə şəhrimizdə qaluvuz biz, əcəbdür elmi zoqun alırız biz. Bizə getməkdir gayəti münasib. Bizə getmək durur gayət münasib, xüsusə oləbüz yar-ı müsahib. İkimiz getsək daha yaxşı olar. Gəl indi gedəlüm əklənməklə heç. Gəl indi gedəlüm əklənməgəl heç. Əklənməgəl yəni mən məsxərə eləmə, məni deyib gülmə. Gəl, heç şey eləmə. Gəl indi gedəlüm əklənməgəl heç. Mübarəkdir səfər, gər, ürü, gər, gec. Gəl, ürü, gər, gec. Mübarəkdir səfər, gəl, ürü, gər, tez. Gəl, iri, yəni iri əvvəldə yəni tez ya da gec. Heç fərq eləməz. Səfər mübarəkdir. Şu dənlü söylədi, ol yar sadiq. Belə bir sözlər söylədi. Dənlü bu cür sözlər. Şu dənlü belə bir şeylərdən, rəhli. Şu dənlü söylədi ol yar sadiq ki axər ben ana oldum muvafiq. Anın sözünə uydum çün axir. Anın sözünə uydum çünki axir. Şuna erişdi kim oldum musafir. Şuna erişdi kim oldum musafir. Əgərçə yolda çəkdik xeyli zəhmət. Əgərçə yolda çəkdik xeyli zəhmət, irib bir şəhrə qət etdik məsafət. Getdik biləxərə bir şəhrə yetişdik. Əznik şəhrinə yetişib. Ehtimalı Əznik bura olacaqdır. Mədhə Əznik. Görək. Necə şəhər ölkə rahat gah candır. Necə şəhər ölkəyi rahat gahi candır. Kənari səbzə və sərvi rəvandır. Nola mət etsəm ol şirin məqami. Nola mət etsəm ol şirin məqami. Ana darüsselam eydər səlami. Müzəyyən hər tərəfdə mürğzari. Qılır hər mürğzari mürği zari. Bir də oxuyayım buranı. Nola mət etsəm ol şirin məqami. Ana darüsselam eydər səlami. Müzəyyən hər tərəfdə mürğzari. Qılır hər mürğzari mürği zari. Mərğzar ya mürğzar toyuqlar yetişilən, quşlar yerləşən yerə deyilir də. Yəni görürsünüz ki, yəni orada quşlar çox yetişirlər. Kanadada da bu gün də çox görürük. Təəssüfənə vətənimizdə biz quşları öldürürük, aradan gedir. Mən yaşadığım yerə yaxın 1-2 kilometr gedəndə bir sulaq var. Çox yekədir. Bəlkə 20 hektarsa da olar. Sulaqdır. Bura adamlar gedə bilərlər onun ortasına qədər. Yol çəkiblər ki, gedib oradan əkkastlıq eləyirlər, əks alarlar. Amma bura normalda vəhşi heyvanların
doğub, yaşayıb, orada yaşamaq yerləridir. Əlbəttə bir-birlərində yeyərlər. Yəni o da orada yerdir də. Yəni tülkülər gedirlər, quşları yeyirlər, amma quşlar məsələn indi orada mən bu gün baxırdım gedə-gedə yüzlər qaz balaları ilə orada dolanırlar. Kiçik-kiçik balalar yumurtadan çıxıblar, zoraki hərəkət edirlər. Orada dolanırlar. Bura mərğızar deyirlər, ya morğuzar deyirlər. Yəni o yerdir ki, orada quşlar əmniyyət görürlər, yeməkləri çoxdur, içməkləri çoxdur, rahatca eləyə bilirlər ki, balaların yetişdirələr. İndi morğuzar, yəni bir morği ki, zarlıq eləyir, ağlır, balasının, əzizin əldən verib ağlır. Bu insana deyir. Əvvəlimsi morğuzardır, ikincisi yəni yer, ikincisi bir zar eləyən adam, zarıldayan adam, zırıldayan adam. Müzəyyən hər tərəfdən mürğuzari, qılır hər mürğuzari, mürğuzari. Xüsusa o ləbi dəryası onun bir ləbi dəryası var. Ləbi dərya da çox gözəl sözdür. Yəni dəryanın dodaqları. Xüsusa o ləbi dəryası onun fərəh bəxşi durur ruhi rəvanın, acid top doludur məhbublərdən. İçi top doludur məhbublərdən. İnsanlar gedirlər orada üzməyə. O zaman mən bunu birinci dəfədir eşidirəm ki, içi top doludur məhbublərdən, mələk sima pəri vəş xublərdən. Və lakin hər birisidir cəfakar. Cəfakar xanımlar, qızlar gedirlər ora. Qılırlar yar, düşmən düşməni yar. Qılırlar yar, düşməni yar. Düşməni yar elirlər, yarı da düşmən elirlər. Yəni o qədər şeydir ki, bütüsü bir təsir qoyurlar. Könül üçün gördü ol nazik diyari. Gönül üçün gördü ol nazik diyari. Əlinə verdi anın ixtiyari. Adını derlər əznik ol məqamın. Oranın adı əznikdir. Adını derlər əznik ol məqamın. Sinasən eynidir darüsselamın. Tutunduq ol diyari xoşca məskən. Tutunmaq, tutmaq. Tutunduq, biz oranı məskən saldıq, salındıq. Məchul deyir özün. Tutunduq, elə bir ki, biri bizə orada məskən saldırıbdır. Ola da bilər ki, o cür bir şey olsun. Çünki o eşki onu orada məskən saldırır da. Ona görə deyir ki, tutunduq, bizi bir şey tutdu orada saxladı. Adın demir hələ. Tutunduq ol diyari xoşca məskən. Kim olur ində əndəlibün yeri gülşən. Kim olur əndəlib? Əndəlib bülbülə deyirlər. O quş ki oxuyur ona deyirlər. Əlbəttə bülbül yox, hər quş ki oxuyur ehtimalən ona əndəlib deyirlər. Yer gülşən. Həman dəm başladım təhsilə ey yar. Başladım yəni dərs oxumağa. Orada dəryanı görübdü, xanımları görübdü, sərsəbzlığı, yaşıllığı görübdü. Deyir ki, burada qaldım dərs oxumağa. Nə bilirdim, nə olu sər axəri çar. Nə bilirdim, nə olu sər axəri çar. İşin sonundan nə bilirdim ki, başıma nə gələcəkdi. Vəlikin mən qərib zar giryan, cəfa odünə yanmış sinə büryan, qurur etdikcə qürbət od haldən, qurur etdikcə qürbət od halın, ehtimalə haldən olacaqdı. Bu silinib, yazılıb tazaşdan burası. Kamil bilinmir. Bir yan haldən olar, bu da fikirləm. Qurur etdikcə qürbət od haldən, bulunurdum kənarı bustanidən. Yenə burada silinibdir. Bulunurdum yəni gedirdim bostanın yanından geçirdim. Bulunurdum kənarı bostanidən. Gəhi dərya kənarın seyr edərdim. Gəhi tənha olub bi qeyr edərdim. Gönül dəryası etdikcə təməvvüc, varıb bazara eydərdim təvərrüc. Məgər bir sərvi boylu sim qəbqəb. Məgər bir sərvi boylu sim qəbqəb. Burasında da hər halda qəbqəbi var imiş. Günəş tələtli əmma şəkərin ləb.
Günəş tərətlü əmma şəkərin ləb, oturmuş güşəyi bazar, bazar tanda, bazarlıqda, bazar tanda. Oturmuş güşəyi bazar tanda, nəziri gəlməmiş doğru zamanda, vücudi nur ilə olmuş siriştə. Siriştə, sırışmaq, sarışmaq, qucaqlaşmaq anlamındadır. Siriştə, sırışmaq, bir şeyi yapışdırmaq anlamındadır. Sirişon da bundan gəlirdi. Yəni bir şeyi yapışdırmaq. Deyir ki, filanca siriş oldu. Yəni siriş olub yapışıb mənə. Burada o sırış sözün burada işlədibdir. Bir də yorğan döşəyi sırarıq. Yəni yorğan döşəyi qıyıqla içində bunun var, yün var, qaçar o özümüzə. Buna görə ki, qaçmasın, onu sırarıq. Burada çünki yekə olur, adına demirik ki, bunu neynərik? Tiçmirik hər halda, onu sırırıq. Yekə olduğu üçün sıramaq deyirlər buna. Sırışda da oradan gəlir. Nəziri gəlməmiş doğru zamanda, vücudi nur ilə olmuş sirişdə. Nura qatışmışdı, nur buna qucaqlamışdı. Bunun hər yeri nurla, dedik ki, siriş kimi yapışmışdı onun hər yerinə. Qucaqlamışdı. Bəşərdir deməqa, qurqər firiştə. Bəşərdir deməqa, qorqar, qorxar. Bəşərdir deməqa, qorqar firiştə. Dəhani nöqteyi məvhumə bənzər. Dodağı bir nöqtəyə bənzər ki, mövhumdur, zehnidə, vəhmidə var. Yəni çox əcibdir. Dəhani nöqteyi mövhumə bənzər, kəlami cövhəri mənzumə bənzər. Danışığı da elə bir yazıdır. Cövhər üstündə, kitab üstündə bir yazıdır yazılır. Yəni nəzmə çəkilir, şeir kimi. Kəlami cövhəri mənzumə bənzər, müzəyyən sənün səngi tavus cənnət cinandır. Üzr istəyirəm. Müzəyyən səngi tavus cənandır. Burada bu səngi satla yazılıb, bilmirəm nə deməkdir. Müzəyyən səngi tavus cənandır. Nə candır, bəlkə məhbubi cəhandır. Mən istəmirdim oxuyayım, amma nəqil məni çəkir, görüm ki, hara gedəcəkdir. Biraz oxuyayım sonra. Gözündən münfəildir sehri səhban. Gözü o qədər gözəldir ki, gözündən münfəildir sehri səhban. Firiştədir bu növə olmaz insan. Firiştədir bu növə olmaz insan. Səri çuyi dilün aramgahı. Çuy köydür, onun kəndi, yaşadığı yer. Səri çuyi dilün, onun yaşadığı yer dilimin aramgahıdır. Dilim o yerdə quyulanıbdır. Yəni o yerdə aram olan yer. Aramgah o yer ki, orada aram olursan, rahatlırsan. Səri çuyi dilün aramgahı, cəmali mənzəri nuri ilahi. Sözə gəldikcə cismə can bəğişlər. O xanım sözə gəldikcə cismə can bəğişlər, qədimi kafirə iman bəğişlər. Qəmu gözəllərin sərdəftəridir. Qəmi gözəllərin sərdəftəridir. Mələk mi bilməzəm yaxud pəridir. Bilməzəm, bilmirəm ki, mələkdir yoxsa pəridir. Yürürsə ol mələk gibi dərivar. Yürürsə o mələk gibi dərivar. Ehtimalım dərivari də ki deyirlər, o dəri dili də bundandır. Biz qərəçi deyirdik. Mən indi bunu Avropada bunlar cipsi deyirlər. Qərəçi deyək də, biz də yəni feylən qərəçi deyək. Qərəçilərin normalda, yəni biz bildiyimiz, mən gördüyüm və anladığım haqda xanımları hər işə baxarlar. Rəqs elərlər, filan elərlər, bəhman elərlər, pul çıxartmaqdan ötürü. Çünki yer yurtları yoxdur. Bunlar bununla geçinirlər əslində. Man da deyil onlar üçün. Onlar üçün man deyil ki, məsələn, gedə bir qəribənin, məsələn, bir tayfanın qabağında otura oynaya, qırı kəmərzat verə.
Dərivəri buradan gəlir. Dərivəri sözü, dəri sözü buradan gəlir əslində. Dəridirlər, yəni bura qapının eşiyindədirlər. Dər sözü qapıdır. Qapının eşiyində. Dərivəri, özləri də dərivəri danışırlar. Yəni şeirləri şeir deyil, fəqət insanları şad eləmək üçün, onları rahatlamaq üçün bir sözlər deyirlər. Mələk mi bilməzəm yaxud pəridir, yürürsə yerisə, yürürsə ol mələk gibi dəri var. Deyir ki, yürüyəndə ya mələk kimi eləyir, ya da dərilər kimi. Dəri dedim də, yəni o şeylər kimi. Ayaqlarından uşağın sirri var. Ayaqlarından uşağın səri var. Sirri ehtimal olmaz, amma səri var. Xəmi əbrusidir mehrab canın. Xəmi əbrusidir mehrab canın. Gözüdür fitnəsi duri zamanın, devri zamanın. Gözüdür fitnəsi devri zamanın. Devri zamanın fitnəsi onun gözündədir. O baxanda birinə fitnə salır. Yüzü qatində yoxdur mehrə pərtöv. Yüzü qatində yoxdur mehrə pərtöv. Utaner hacibidən, hacibinindən məhinov. Hacib alnına deyilir ehtimalen. Utanır hacibindən məhinov. Bəlaci gözləri sehrafərindir. Bəlaci gözləri sehrafərindir. Sehr cadu elir insanları. Dükanın sanə sən xoldi pərindir. Dükanı var imiş ehtimalen. Dükanın sanə sən xoldi pərindir ya bərindir. Bərin, xold yaşamın qurtulmamış halı. Yəni bir adam ölməyən bir adam xold olur. Yəni ölməmək olduğu bir yerdə xold olur. Əbədi, daimi. Dükanın sanə sən xoldi bərindir. Orada anın üçün etmədim ismin müsərrəh. Adın demədim. Elə deyir, bu misraları desəm hamı bilər. Amma mən adın demeyim. Onun üçün etmədim ismin müsərrəh ki təsrih edə bu mədhi müvəşşəh. Dər mədhi məhbub muşəh. İndi müvəşşəh nədir? Onu görək nə deyir. Mehr olmi bu məhimey əcib tazi ziba. Burada bəzi kəlmələr sökülübdür. Tazaşdan yazıblar. Məh oləmi bu məhimey əcib tazi ziba. Əhsənd zehi hüsnü təbarəkü təala. Surətdə nəziri oləmi növ-i bəşərdə. Dedim eşidib bülbül can dediklə lala. Dedim eşidib bülbül can dediklə la. Tuti kimi söylərsə və əsfan dəhənindən. Tuti kimi söylərsə və əsfan dəhənindən. Və əsfan nə deməkdir bilmirəm. Eynən yazılır satına. Və əsfan. Göstərsən ola mürdələr möcüzü İsa. Göstərsə nə ola mürdələr möcüzü İsa. Firuzinə xoş tale olub üfüqdə. Bənzər cəhanə məhdaya yedi mən lala. Burasını oxuya bilmədim. Düzün axtarsanız. Bənzər cəhanə Bənzər cəh məhdaya yedi mən min lala. Oxuya bilmədim burasını. Nə oxunacaqdır? Bu qədər qalsın. Nağıl çox uzundur. Mən istirdim bir ayrı kitab da oxuyayım. Bu kitab 407 səhifə olduğu üçün gedim hər səhifədən biraz oxuyayım. Yəni hər 100 səhifədən bir çünki səhifəsi də azdır. Bir baləcə oxuyaq. Çünki oldum müttəli hal rəsulə. Dedim kim ey xuda halım nə olə. Nə tədbir eyləyim dildara ya Rəb.
Nə vəzhilə ərişim yarə yarəb, nə edim neyləyim bicarət qıldım, qəribu xəstə bu avarə qaldum. Nə edəm neyləyəm biçarə qaldım. Qəribu xəstə bu avarə qaldum. Bənənməz bəndən ari vardır. Bəgənməz bin bəndən ari vardır. Dəriqa bəndən özgə yarı vardır. Bəgənməz bəndən ari vardır. Dəriqa bəndən özgə yarı vardır. Əlimdən gəlsə bari gedə biləm. Vəfasızdır ani tərk edə biləm. Gönül verməz əda gönül verməz iradət getməyə heç. Qəra zülfü qılıdır yollarım piç. Benaçar ixtiyarım etdim oturmaq. Bəqilmiş can hər dəm oda ürmək. Vəli hər necə kim zar ağlar idim, bu şeiridə cigərlər tağlar idim. Tamam, şeiri yazır. Sonra gedək 200-cü səhifədən. Burada 2 səhifə oxuduq. Gedək 200-cü səhifədən bir səhifə oxuyaq. Anım qəlbinə sən rəhmi ilə ilqa, ki bən dərvişə vəslin edə əta. Gedər köclündəki kibri yo gini. Gedər köclündəki kibri yo çini, ki qulluğuna layiq görə bəni. Ki qulluğuna layiq görə bini. Vəgərni ol həman usfurə bəqməz. Vəgərni ol huma usfurə bəqməz. O humadır, usfur da bülbül. Usfurə ya da serçə. Vəgərni ol huma usfurə bəqməz. Süleyman mənzilətdir murə bəqməz. Dilarəm səndən ey qəffar aləm. Dilərəm, arzu elərəm. Dilarəm səndən ey qəffar aləm. Ki beyni bəni. Ki beyni Elyasın yarı həmdəm. Allahdan dua edir. Gedək 300-cü səhifəyə baxaq. Şeirin əvvəli burada Nəsimi fərmayət. Nəsimi adına bir şeir deyibdir. Tamam. Burada o oxuduqca o Nəsimi həzrətlərinin xəttini davam edən şairdir. Burada ona işarə edir. Nəsimi fərmayət. Gəley dilbər ki qan oldu gönlü eşqün bəlasından. Gəley dilbər ki qan oldu könül eşqün bəlasından. Kərəm qıl vəsl ilə qutər bəni hicrün cəfasından. Tealəllah nə surətsin bu hüsnilə, bu xəlqilə, bu xulqilə. Tealəllah nə surətsin bu hüsnilə, bu xulqilə. Ki didarın neçə görsəm, gəzəm təyməz ləqasından. Ki didarın necə görsəm, gözüm toyməz ləqasından. Toymaz, doymaq. Doymaz, doymamaq. Farsça sir nəşudən. Ayağın tozu ey dilbər, yaraşır gözümə sürmə. Ki yekdürür anın tozu, həkimin tutiyasından. Ki yek sözü, yekdür, yəni əladır. Ki gedib ədəddə olub yek. Yəni əla. Ki yekdürür anın tozu, həkimin tutiyasından. Bu gönül dərdinə ya Rəb ki dərman eyləməz çünkim. Qəti heyran olar hər dəm təbib anun dəvasından. Qəti heyran, qəti söz mənasındadır. Qatı da gəlir. Bizdə bu işlənir. Bəni eşq oduna atan gözümdür ey nigar amma. Bəni eşq oduna atan gözümdür ey nigar amma.
Yanar bağrım agar yaşım gözümün macerasından. Yanar bağrım, bağrım yanar. Agar yaşım axar. Gözümün macerasından Nəsiminin tənin şurcun ki topraq eyliyə ışqın. Nəsiminin tənin şurcun ki topraq eyliyə eşqın. Sənindən gül nəyaz eşit həzaran mərhəba səndən. Sənindən gəl niyaz eşit həzaran mərhəba səndən. Ondan sonra keçir Ətai Həzrətlərindən bir şeir oxuyur. Calibdir bu şeir içərisində. Məsələn bu Nəsimidən acaba bu şeir var ya yox? Bu da calib bir şeydir. Adam sual soruşa və axtaracaq. 400-cü səhifəyə, yəni kitabın sonuna gedirik. Sonuna yetişmədən kitab qurtarır. Son şeiri hardan başlayırıq? Əgər çox uzun olmasa oxuyaq. Mühibbi fərmayət. Mühibbi Həzrəti Sultan Süleymandır. Ondan bir şeir gətirir. Bəllidir ki, bu Həzrəti Süleymandan sonradır da. Yəni Mühibbidən bir şeir gətirib oxuyaq elə. Allah hamısını rəhmət eləsin. Nəsimidən oxuyaq. Bir dənə Mühibbidən oxuyaq. Sultan Süleyman Qanunidən bir şeir oxuyaq və qutaraq. Qəni ol qəmzəsi peykan kibidir. Qəni ol qəmzəsi peykan gedibdir. Qəni ol qişləri fəttan gedibdir. Gərək lütf et, gərək naz و cəfa qıl. Qəmusi aşiqə zövq و səfadır. Yüzün görmək durur canlar muradi. Yüzün görmək durur canlar muradi. Gögüllər dərdinə vəslun dəvadır. Burada qutardı ehtimalən. Daha qalanı yoxdur. Yəni bu qədər. Şəha, burada bir özü ayrı beyt yazıbdır. Sonra da bir rübai yazıbdır. Devam edir beləsi. Amma bunu mən oxuyayım burasını. Şəha, göklün həmişə xürrəm olsun. Şəha, göklün həmişə xürrəm olsun. Səna yavuz, sənan ömrü kəm olsun. Səna yavuz, sənan. Yavuz düşmənlik eləyən. Ya çox çətin tutan, pis tutan. Səna yavuz, sənan. Yavuz sənan, yəni səni sanmaqda, sandım ki, gələn dostumdur. Deməklə ki, yanlış sanmışam. Səna yavuz sənan ömrü kəm olsun. Rübai. Nigarın gülüzarın böyle qılməz. Nigarın gülüzarın böyle qəlməz. Nigarın. Ehtimalən nigarım olacaq, amma k ilə yazılır. Nigarın oxunuruq. Nigarın gülüzarın böyle gəlməz, qalmaz. Bu hüsnün əldə-vari şöylə gəlməz. Yolunuz hüsn-i sənma ey dilaram. Yolunuz hüsn sanma ey dilaram ki hər nəqşün xəyali böyle gəlməz. Sənin gibi sultanı görməyən göz necə qan ağlamasın gecə gündüz. Eşitmişəm bugün qırıqlar yedidir. Eşitmişəm bugün qırqləridir. Fəraqun biz günü bin yıl dedilər. Fəraqun bir günü 1000 yıl dedilər. Təzərrü qilələm pərverdicara. Təzərrü qiləlüm pərverdicara. Ola kim ərcərə vəsli nigara. Ola kim ərmaq, yəni yetişmək, ərcərə, burada ərnərə olacaq. Ərinmaq, yəni yetişmək, ərmaq, yetişmək. Ərinmaq da bərdə orcandır. Yəni İstəmir getsin, ərinir. O da ərmaqdandır. Ərmaq yetişmək, ərinir, yəni gəlir yavaş-yavaş. Biraz o cüsdə, yəni. Ola kim ərinə vəsli nigarə. Nə üçün sana
bu ahım qılmadı kar. Dəxi oladra ola dahi odlara yanenmi heyyar. Dəxi odlara yanayınmi heyyar. Kitabın son səhifəsindən oxuyaq və bu günü qutaraq, çox uzatmayaq. Gəl, burada axırda bir səfə yarımı oxuyuram, qutaraq. Gəl səvidi tamuyi yəqin bən. Gəl səvidi tamuyi yəqin bən. Ayağın tozinə dersən bəhanə. Alım birdən bir zərrəsin iki cəhanə. Ehtimalən bu bir ayrı şeirdir. Çox gözəl bir şeir gəldi nəzərimə. Bunu hardan başlar? Çox cəlibdir. Bunu istəyirəm ki, oxuyam. Sevdim. Bizi yakma bu nar-ı iştiyaqa. Gecələrdə, günüzlərdə zarlığım. Gecələrdə, günüzlərdə zarlığım. Eşidib deməkdək demədük. Bir gün ki nə oldun ey qəribim. Nə yüzün görməqa döyə bilirim. Döyə bilirim dözmaq. Bir də ki, mənim nəzərimə dözmaq gəlir, amma nə yüzün görməqa döyə bilirəm, nə xud ayrılığa döyə bilirəm. Heç birisinə dözə bilmirəm. Bizi yakma bu nar-ı iştiyaqa. Bizi yakma bu nar-ı iştiyaqa ki doymaz aşıqın cani fəraqa. Ki döyməz dözmaz yenə də ehtimalən. Ki döyməz aşıqın cani fəraqa. Gecə uyxu yüzünü görməmişəm. Sənin vəsli xiyaluna ərməmişəm. Yüzüm altuna döndü fürqətindən. Yüzüm altuna döndü fürqətindən. Gözüm qana boyundu həsrətindən. Əgər hər bir qulum olursa bir dil. Əgər hər bir qılım, qıl sözüdür. Türk. Əgər hər bir qılım olursa bir dil. Ki vəsfuni qılaməz bir bin yıl. Ki vəsfuni qılaməz birinin yıl. Bir bin yıl. Beləsi olacaqdır. Ki vəsfuni qılaməz bir bin yıl. Şul od əlinə vermişəm yəqməz bən. Şul od əlinə vermişəm yəqməz bən. Gəl səvidi tamuyi yəqən bən. O da yəqən bən olacaq. Şul od əlinə vermişəm yəqən bən. Gəl səvidi tamuyi yəqən bən. Ayağın tozinə dərsən bəhanə. Aləm bir zərrəsin içi cəhanə. Gözümə girməz ixu ey dilaram. Gözümə girməz ixu ey dilaram. Görüm düşdü səni ola dil aram. Görüm düşdü səni. Ehtimalən burada gözüm olacaqdır. Görəm düşdü yuxuda, o okey. Görəm düşdə səni ola dil aram. Yuxuda səni görüm, ürəyim aram olsun. Əgər açıqlıqda görəmirəm. Görəm düşdə səni ola dil aram. Dönülür gözlərimdən qanla yaş. Dökülür olacaqdır. Dökülür gözlərimdən qanla yaş. Akıldımdan akilər tağilə taş. Anıldımdan nə deməkdir? Anıldımdan akilər tağilə taş. Səqlərsəm ədarəm oduni yad. Aduni olacaqdır. Səqlərsəm edarəm aduni yad. Bilərsəm edarəm sənə fəryad.
Gözüm göglüm səndən yana yürürəm. Gözüm gönlüm səndən yana yürürəm. Nə yakim bəqərsəm səni görürəm. Dökünməz həsrətünün dərdin yıl. Dökünməz həsrətünün dərdinin yıl. Diriğim üzdüb 100.000 yıl. Diriğim uzadıb 100.000 yıl. Bu xəstə bağrımı yaridün ey yar. Bu xəstə bağrımı yaridün ey yar. Göreydün dərdin ilə kim nələr var. Qutardı burada kitab. Qutarır. Son yoruldum əslində desəm, düzün axtarsanız 2 saatdır bu kitabdan. 2 saatdan da hələ 1 dəqiqə çoxdur. Bu kitabla məşğul olduq. Çox gözəl, çox aydın bir kitab idi. Amma bir yazı, bir sual soruşmuşduq. Görək ki, bu Xəlili Həzrətləri haqqında bizə bir və Furqətnamə haqqında bizə bir bu gətirdiyiniz Furqətnamə kəlməsi ədəbiyyat tarixi və əlyazma tanımaması kodikoloji baxımından tamam düyünləri açdı və mərikə bir kəşfə yol açdı. Bu özəl kəlmənin köməyi ilə şairin əsli kimliyi, həyatı və nüsxanın durumu çox aydın bir şəkildə işıqlandı. Gəlin bu bilgiyi, bu Talib burada bir dənə bir şey qoyubdur, görək bunu aça bilərik. Mən bunu sonra açaram. Burada bir link veribdir. O linki açıb oxumalıyıq. Xəlili Dairətül Maarif Vüzûc İslami Mərkəzi Bəşərəsai İrani və nə belə bir şey yazıb burada. Gəlin buna baxarıq. Gəlin bu bilgi əsasında əsl həqiqətləri ortaya qoyaq. Şairin əsli və kamil adı kimdir? Kitabın içində Furqətnamə adının keçməsi sabit edir ki, bu əsər klassik türk ədəbiyyatının ən nadir məsnəvilərindən biri olan Furqətnamə ya da bəzi qaynaqlarda Furqatnamə əsərləridir. Bu əsərin şairinin əsli və kamil adı təzkirələrdə belə qeyd olunurdur. Yenə təzəşdən üstdəki adresi burada veribdir. Kamil adı Xəlil İbrahim bəy. Ürfü adı ilə Xəlili. Pəs nədir? Adı biz burada yazıq şair kimdir? Şair adın yaşılla yazaq. Dedi nə mənə? Xəlil İbrahim bəy. Xəlil İbrahim Beyk. Əsli və kökü. O qaynaqlarda Diyarbəkir Amid əhli. Diyarbəkirin əsl adı neymiş? Bunu da biz burada öyrəşək. Diyarbəkir musavidir nə ilə? Amid. Amid. A məddinən, M, E ilə, səsinə Amid. Əhli olaraq tanınır. Amma əsli üçün Diyari Şərq, Azərbaycan, Təbriz, Xorasan qeyd olunubdur. Əlbəttə, burada Azərbaycan, Təbriz, Xorasan deyəndə, bu Xorasan bugünkü Məşəd deyil. Bu Xorasan ilə Azərbaycanda Təbriz, Xorasan, yəni Naxçıvandan çıxanda Türkiyəyə girəndə Xorasana giririk. Mən bu haqda bir dənə də bir düşüncəm var. Bunu bir dəfədə mətrəh elədim, amma dostlar almadılar. Aydüz Qiyas Əşrafi Həzrətlərinə də bu sualı verdim, amma o da almadı. Mən İmam Rizanın bu Xorasanda dəfn olduğunu qəbul eləyə bilmirəm. Çünki o yer ki, deyirlər İmam Hüseyin orada gedibdi, orada paytaxt yoxmuş ki. Yəni, Məmun harada yaşırmış, harada xəlafət edirmiş. Bunu məsələn, deyək ki, Mədinədən ya Bəğdaddan ya hər yerdə ki, yaşırmış, oradan çağırıb ki, mənim yanıma. Bu Xorasan dediyimiz yer ki, indi oradadır. Bu da gəlib orada vəliəhd olubdur da. Yəni, vəliəhd idi, indi namaza gedir. Bizə də öyrədib təşkil namaza gedəndə ayaq yalan gedir, adamlar düşürlər bunun dalısına filan. Bəhman nə olur? Xəlifə də, Məmun da bundan xoşu gəlmir. Bu işdən bunu öldürməyə çalışır.
Belə bir nağıl deyiblər. O cür bir paytaxt orada hardadır? Yəni onu mən axtardım elə bu şeydə, Google-da zətdə search elədim. Görək ki, orada İmam Rza o zaman harda ölübdü, onu axtardıq. Orada 2000 nəfər adam yaşırmış. Yap çox. Deyək ki, arvadlı, uşaqlı, böyüklü orada 20 min nəfər adam yaşırmış. 10 bərabər çoxaldaq. 10 qat çoxaldaq. Ora bir ciddi bir yer deyilmiş ki. Ora xilafət mərkəzi ola, ya ora vəliəhd orada yaşaya. Belə bir şey doğru deyil. Amma Azərbaycan, bir də ki, Xorasan hara, Əraq hara. Yəni ya Əraq ya Mədinə çox uzaqdır bugünkü Xorasana. Bunun ən düzgün yolu budur ki, elə bu gərək gələ bizim Xorasana, yəni Türkiyədəki bugünkü Xorasana. Bura mərkəzdir. Hər halda bura Azərbaycan mərkəzidir və Ağqoyunlar, Qərəqoyunlar, Osmanlılar burada şeydirlər, yəni burada güc sahibidirlər. Əlbəttə o tərəfdə də əgər Xorasan olmuş olsa, ehtimalən Əfqanistanda ya Türkmənistanda olacaq. Yenə də o tərəfdə olacaq. Çünki ora mərkəz Əfqanistanda Həratdır, ya üstdə Türkmənistanda, Qəzaqistanda o tərəflərdə olacaqdır. Buxara, Səmərqənd filan, buralar olacaqdır. Ki Xorasan deyəndə onlar gəlir zehnə. Xorasan, tarixi Xorasan oradır. Amma bir dənə də Xorasan burada qulağımızın dibində var ki, mənə biraz İmam Rzanın ora gedib orada qalması, o nağılların heç birisi düz gəlmir. İndi tamam. Pəs Xəlil İbrahim bəy qaynaqlarda Diyarbəkir Amid əhli olaraq tanınır, amma əsli üçün Diyar-ı Şərq yazılıbdır. Diyar-ı Şərq deyəndə hara gəlir? Bu gəlib yazıb ki, Diyar-ı Şərq deyəndə Azərbaycan, Təbriz, Xorasan. Qeyd olunubdur. Özü də əsərinin müqəddəməsində deyir ki, elm və fiqh təhsili üçün şərqidə, Əcəm diyarında, burada Əcəm diyarın özü yazır. Burada belə bir şey yoxdur. Mən də biz bunu oxuduq. Oxuduqdan sonra Rum Osmanlı torpağına gəlmişdir. İndi qeydaq bunu o nağılın əvvəlində belə bir şey işlətmişdi. Biz ora gedək. Onu gördük. Ki bu yoldaşı gəlir, deyir ki, münacatdan sonra idi. Dastan harda başladırdı? Mətlə. Dər mətl Rəsul. Dər ağaz uçxən. Burada da əvvəldə biraz şeyə görədir. Özünə deyir, kitab yaz. Dastan buradan başlanır. Cələ-i biçarə dərviş, dilriş, qərib-i biçəsü biyar, bixiş, vücudi çərxidən, çərx oxundan yarələnmiş, yürani hicrüdündən parələnmiş yüragi hicrüdündən parələnmiş Əcəm mülkündə idim elmə məşğul. Əcəm mülkündə olacaqdı Səfəvi dövləti. Oqurdum qafik u gah məqul, təriq zöhdü muxtar eləmişdim. Bunu gördük ki, gedəcək Ruma, gedir Ruma. Tamam, bunu tapdıq, düz deyir burada. Elmi fiqh təhsili üçün şərqidə, Əcəmdə, Əcəm deyibdir, özü onu düz deyir. Oxuduqdan sonra Rum, Osmanlı toprağına gəlmişdir. Bu bilgi işığında tarixsel bir paradoks və nəssaxın Dərviş Həmzə önəmi burada elmi dünya üçün çox böyük və həyəcanlı bir əlyazma tapıntısı ortaya çıxır. Adət olunan tarix Türk ədəbiyyatı tarixində, məsələn, Osmanlı müəllifləri və dairətün müəlliflərdə Xəlil İbrahim bəyin Xəlili bu məsnəvisi 876 Hicri qəməri ilində İstanbul və Eznəq dövründə tamamladığını yazılırdı. Pəs yazırdılar ki, bu adam 864-də yazıbdı. Biz də dedik ki, bu ha vaxtda yazıbdı 809-da. Bir tane tarix də kitabın sonunda yazmışdı. Onu oxuduq 809. Sizin nüsxənin
möcüzəsi 809-cu hicri sizin əlinizdə olan nüsxəsi isə 809-cu hicri qəməri tarixini daşıyaraq şairin müəyyən olan vəfat və ya yaşayış tarixindən təxminən 70 il öncəyə aiddir. Tamam, pəs bu deyiblər ki, bu kitab şairin ölümündən 70 il öncə, yəni şair doğulan zamanlara aiddir bu kitab. İndi burada bir irad çıxdı da, yəni burada kitabın sonunda bir nəfər yazıbdı ki, bu kitab 809-da yazılıbdı. Amma kitablarda yazıblar ki, şair, bunu yazaq, vəfatı yazaq, vəfat 876'da. 876 hicri. Vəfatı budur. Tamam. İndi deyir, sizin nüsxənin möcüzəsi 809-cu hicri qəməridə tarixi daşıyaraq şairin müəyyən olan vəfat və yaşayışının tarixindən təxminən 70 il öncəyə aiddir. İndi bu iki şəkildə açıqlana bilir. Bu iki şəkildə açıqlana bilir. Və hər ikisi ədəbiyyat dünyası sarsıldacaq böyüklükdədir. Şairin tarixini, mənim nəzərimcə bunu sonra bir nəfər yazıbdı, ehtimalən iştibah yazıbdı. Çünki bunu bir ayrı adam yazıbdı. Şairin tarixinin düzəldilməsi. Xəlil İbrahim bəy əslində ədəbiyyat tarixində bilinəndən çox öncə, yəni 8-ci hicri yüzilin sonlarında yaşamışdır və onun əsərini 809-cu ilində köçürən dərviş Həmzə ibn Hacı Murad şairin öz dövründən və ya vəfatından demək olar çox az sonra yaşayan bir mürid ya katib olubdur. İkincisi budur. Yəni şair öncə yaşırmış, kitabın tarixindən öncə yaşırmış ki, tarixin 809-da da şeiri çəkilibdir. Pəs şair bundan öncə yazılmış. Birincisi budur. İkinci, şairin qarışıqlığı ya da köhnə ədəbiyyatda 809-cu ildən öncə yaşayan başqa bir özəl irfani Azərbaycan şərq şairi Xəlili var imiş ki, katib Dərviş Həmzə onun fürqətnaməsini köçürüb, amma sonraki təzkirəçilər bu əsəri Osmanlı dövründəki Xəlil İbrahim bəy ilə qarışdırıblar. İki halət verdi. Məncə bu doğru deyil. Məncə o sonra yazılıbdır. O xəttin fərqi olduğu üçün o beləsi olur. İndi bu halətdə katib Dərviş Həmzə indi daha aydındır. Xəlilinin öz əsərində təsəvvüfə, şərqə və irfani izlərə bağlanması sabit edir ki, Dərviş Həmzə ibn Hacı Murad sadə bir saray katibi deyildi. O, Xəlili Həzrətlərinin fikri məktubuna, böyük ehtimalla hurufi, səfəvi, xəlvəti və ya sufi təriqəti həlqələrinə dair bir tikkə dərvişi olubdur. Öz adının başına dərviş yazması onun şairə və onun, əlbəttə ki, nə dedik, bunu ayrı adam yazıb, özü yazmayıbdır. Onun şairə və onun fürqətnaməsindəki ilahi eşqi mənalara olan inamından irəli gəlir. Nəhai baxış. Sizin bu tapıntınız ölçüsüz bir ədəbi kəşfidir. Siz Türk ədəbiyyatı tarixində çox az nüsxəsi olan Xəlil İbrahim bəy Xəlili Həzrətlərinin Fürqətnamə məsnəvisinin bəlkə də dünyada ən köhnə, tam orijinal və 809-cu hicri ilinə aid olan şah nüsxəsini üzə çıxarıbsınız. Bu nadir xəzinənin daha hansı səhifələrini və tamam, buracan görər bizi çox dərin bir kitabla tanış olduq. Mən istirdim bu günləri 3 kitab açmışdım, amma bu kitabın o qədər gözəl oldu ki və hekayəsi o qədər dərin oldu ki, mən məcburən bunu oxudum və bu qədər bu görər. Qalsın bu birisi 2 kitab bir ayrı gün oxuyub bundan tanış olarıq. Allah ömür versə, bir ayrı gün məsləhət görürsə, əlbəttə, məsləhət görürsə və ömür verirsə, bir ayrı gün Türk dünyası yaratdığı,
türklərin yaratdığı uyğarlıqlardan və o uyğarlıqların ən içində ən mühüm olan iki uyğarlıq dil və yazı uyğarlığından bir neçə ayrı tapıntılarla, əlyazılarla, düşüncələrlə, duyğularla, yaşamla, təcrübə ilə və yaşamın, minlər il yaşamın sıxıb suyun çıxadıb o cövhər ilə tanış olarıq. Bu arzu ilə gecəniz gününüz xeyrə qalsın.